Hər vaxtınız xeyir dəyərli dostlar. Müəllimlər Birliyi Tədris Mərkəzi Roman Yusubov. Bu günlər sizinlə Dövlət İmtahan Mərkəzinin coğrafiya test toplusu 1-ci hissə 2025-ci il nəşr olan testlərdə demək Azərbaycan mineral ehtiyatları bölməsində olan testlərin izahına baxacağam. Hər şeydən əvvəl deyim ki, ənənəvi qaydada sağ tərəfdə müəyyən xəritələr, Azərbaycan faydalı qazıntılar xəritəsini və bir neçə cədvəl yerləşdirmişəm. Əgər bu video izahı dəqiq yaxşı başa düşmək istəyirsə ki, təbii ki, belə istəyirsiniz, bu zaman sizə çox böyük tövsiyə edirəm ki, bu faydalı qazıntılar xəritəsinə bir göz atın. Buradakı işarələr, onların yerləşdiyi ərazilərə biraz baxın, araşdırın biraz. Sonra da bu cədvəlləri öyrənməyə çalışın. İndi nə səviyyədə çox öyrənə bilsəz, bir o qədər də videonu daha yaxşı başa düşəcəksiniz və mövzunu öyrənməyə sizə çox böyük kömək olacaq. Yəni, işin qaydası belədir ki, sağ tərəfdə olan bu sxem və cədvəlləri mümkün qədər də, indi nə qədər bacarsınız, öyrənin. Ondan sonra testin izahına baxanda mənim izahlarımı da rahat başa düşə biləcəksiniz. Bu barədə belə. İkincisi, sizdən bir də ənənəvi qaydada bir xahişim var, daha doğrusu iki xahişim var. Bir odur ki, videonu bəyənin və kanala abunə olun. Abunə şəkildə baxın. Bizim gördüyümüz işə verə biləcəyiniz ən böyük dəyərdir bu. İkincisi də ki, hansı bölgədən dinləyirsinizsə, hansı rayondan, hansı qəsəbədən, şəhərdən dinləyirsinizsə, şərh bölməsindən adın yazsaz, bunun bizə iki cür xeyir olacaq. Bir, monitorinq məqsədi ilə kanalımızın coğrafiyası, dinlənmə coğrafiyası, izlənmə coğrafiyasını təyin edə biləcəyik. İkincisi də ki, təbii ki, videonun yayılmasında o da bir böyük rol oynayacaq. Nəysə, başlayırıq testdən. Birinci testə başlayaq. Deyir ki, birinci testdə soruşur ki, Azərbaycanın faydalı qazıntılarının zəngin olması nə ilə izah edilir? Ümumiyyətlə, tək Azərbaycan yox, hər yerdə faydalı qazıntıların zənginliyi yerin geoloji quruluşunun, ərazinin geoloji quruluşunun mürəkkəbliyi ilə, müxtəlifliyi ilə bağlıdır. Nə deməkdir? Mənası nədir? Mənası odur ki, demək ki, əgər tutaq ki, yer qabığının çökək bir sahəsində çökmə suxurlarının çox olduğu bir ərazidirsə, onda çökmə mənşəli faydalı qaz suxurları olacaq və çökmə mənşəli faydalı qazlar olacaq. Məsələn, neft, qaz, daş, kömür və s. yaxud hansısa kimyəvi elementlər və s. Yox, hər yer qabığının yüksək, müəyyən hündürlüyə malik olan bir sahəsi isə təbii ki, orada maqmatik metamorfik suxurlar üstünlüyü təşkil edəcək və buna görə də filiz mənşəli faydalı qazlar olacaq. Yəni, yer qabığının quruluşuna bağlıdır bu məsələ. İkinci sual, respublikamızda ehtiyatları nisbətən az olan təbii ehtiyatlar. Bir sıra ehtiyatlar var ki, demək olar ki, əksəriyyətin bu bənddə verib. Bax, A variantı şirin su ehtiyatları. Çünki Azərbaycan yarım-səhra quru çöl iqlimində su ehtiyatları azdır. Torpaq ehtiyatı adam başına götürəndə azdır. Meşə ehtiyatı Qafqazda ən az bizdədir. Adam başına lap azdır. Bir də yanaş daş kömür isə ümumiyyətlə Azərbaycanda onun ehtiyatı yoxdur. Deyim ki, birdən öndəki testlərdə bu olacaq, biləsiniz. Doğru cavab A variantı idi. Cədvələ də baxsaq, cədvəldə düzdür, şirin su, torpaq, bunlar mineral ehtiyat deyildiyini verilmir, amma yanaş bircə var, amma yanaş hissində ehtiyatı çox azdır. Məsələn, Qobustanda İsmailidadır, birinci cədvəldə var idi burada. Yanaş hiss, Qobustan, amma bunun ehtiyatı ilə çox deyil, yəni biləsiniz bunu. Bunun ehtiyatı çox azdır. Sonra davam edirik. Üçüncü testdən, daha doğrusu üçüncü sualdan deyir ki, respublikamızın iqtisadi cəhətdən daha əhəmiyyətli təbii ehtiyatlar. Bilirsiniz ki, Azərbaycanın ən əhəmiyyətli təbii ehtiyatlar neft, qazdır. Əlvan və qara metallar, bax fikir verin, filiz mənşəli faydalı qazlar, burada metallar hamısı verilib. Ona görə də rahat əlvan və qara metal filizlər deyə bilərik. Aqro iqlim ehtiyatı da bizdə boldur. O səbəbdən ki, bizim iqlimimiz istidir. Bu belə. Yəni, bu niyə görə cavabdır, bunu izah elədik. Bəs A niyə cavab deyil? Bayaqlar dedik ki, bizdə meşə torpaq ehtiyatı azdır, ona görə bu olmaz. Sonra dedim ki, daş kömür ümumiyyətlə yoxdur demişdim, ona görə B olmaz. Meşə demişik, olmaz. Daş kömür ümumiyyətlə yoxdur, olmaz. Dördüncü sual. Azərbaycanın zəngin təbii qaz ehtiyatı əsasən hansı dövrün çöküntülərində yaranmışdır? Azərbaycanda olan bütün neft qaz ehtiyatları hamısı Kaynozoy erasının 4-cü dövründədir, yerləşir. Yəni, 4-cü dövründə olan suxurların daxilində yerləşir. Bircə bu qeydi oxuyun. Bu qeyddə Muradxanlı Mollakənd yatağı İmişli Kürdəmir rayonlarının arasında yerləşən. Bax, bunlar Mezozoy yaşlı vulkanogen suxurlarında yerləşir. Digər neft qaz ehtiyatları tamamilə Kaynozoy erasının 4-cü dövrünə məxsusdur. Sonra burada deyir ki, Azərbaycanda xörək duzu ehtiyatları, buna nisbətən kiçildəcəm. Azərbaycanda xörək duzu ehtiyatlarının yerləşdiyi ərazilər. Bunu iki tür öyrənə bilərik. Bir, burada duz ehtiyatlarının yerləşməsi var. Daha bir xırdalığına izah eləmirəm. Bura baxa bilərsiniz.
İkinci variant da odur ki, burada onların duz ehtiyatlarının yerləşdiyi ərazilər var. Kub şəklində bu kubları görürsünüz. Bu kublar demək duz ehtiyatlarının yerləşdiyi. Nehrəmdə daş duz, Duzdaq Nehrəm idi. Bir də Abşeronun şorsulu gölləri idi. Ona görə də Naxçıvandan Abşeron veriləcək. Cədvəldə də baxsaz, işarələdiyim hissədə baxın. Görəcəksiniz ki, qeyri-fili bu hissədə daş duz Naxçıvandadır, çökmə duz da Abşeronda. Ona görə də Abşeron, Naxçıvan B variantı 5-ci suala cavabdır. 6-cı sual. Azərbaycanda qızıl ehtiyatı aşır edilən inzibati rayonlar. Burada filiz mənşəli faydalı qazıntıların cədvəli var. Yəni bu göy rəngdə olan filiz faydalı qazıntılardır. Demək, bu yanar faydalı qazıntılardır. Bu göy rəngdə olan filizdir. Sonraki qeyri-filizdir. Bu qeyri-filiz faydalı qazıntılardır. Bu qeyri-filiz. Yəni metal olmayan da o mənada deyil qeyri-filiz. Sonda da mineral ehtiyatlar verilir. Yəni işin sxemi belədir. Qızıl ehtiyatlarının bizdə yerləşən deyəsən nə soruşurdu? Rayonları. İnzibati rayonları. Burada Kəlbəcər görürsünüz, Gədəbəy görürsünüz, bir də Zəngilan. Yataqların adı da ona uyğun verilmişdi. Yəqin ki, tövsiyəmə qulaq asaraq əvvəldə demək baxdınız. Yox, əgər baxmamısınızsa hələ də gec deyil. Videonu burada dayandırın. Bu sağda verdiyim cədvəli öyrənin. Nə səviyyədə bacarsaz, nə qədər bir dəfə, iki dəfə, üç dəfə də olsa onu diqqətlə oxuyun. Yəni nə qədər çox dinləsəz, öyrənsəz, oxusaz, bir o qədər videonu rahat başa düşəcəksiniz. Ona görə mən o sizə çox tövsiyə edirəm. Kiçik Qafqazda filiz faydalı qazıntıların geniş yayılmasının səbəbi odur ki, maqmatik suxurlar üstünlüyü təşkil edir. Bundan əvvəlki videoda mən demişdim, Kiçik Qafqaz tektonik zonasında maqmatik suxurlar üstünlüyü təşkil edir. Qarabağ vulkanik yaylasını biraz təsəvvürünüzdə canlandırsanız başa düşəcəksiniz nə demək istəyirəm. Amma Böyük Qafqazda çökmə mənşəli faydalı qazıntılar üstünlüyü təşkil edir. Çünki orada çökmə suxurları çoxdur. 8-ci sual. Qalanları da cavab deyil. Deyək ki, vaxt itirmək istəmirəm onun üzərində çox da. 8-də Böyük Qafqaz dağlarına nisbətən bir-birinə yaxın cavab olsa baxarıq. Yəni burada aşkardır cavab. Ona görə də digər cavab variantlar qətiyyən düz olmayacaq. Ona görə də baxmadım ona da. Böyük Qafqaz dağlarına Kiçik Qafqazdan nisbətən filiz faydalı qazıntıların az olmasının səbəbini bayaq mən dedim. Çünki orada çökmə mənşəli, demək faydalı qazıntılar daha çox, suxurlar daha doğrusu daha çox yerləşir. Çünki çökmə suxurların içərisində çökmə mənşəli faydalı qazıntılar olur. Maqmatiklərin içərisində də demək filiz faydalı qazıntıları çox olur. B variantı doğrudur. 9-cu sual. Azərbaycanda faydalı qazıntılar yayılma xüsusiyyətləri, yəni bizdən soruşur ki, nə düzdür? Günnüt, Qapıcıq, Gəncə fiziki coğrafi rayonlarda filiz ehtiyatları çoxdur. Demək istəyir ki, Günnüt, Qapıcıq Naxçıvanın bu dağlıq hissəsidir. Bir də burada Kiçik Qafqaz bölgəsində filiz, yəni metal ehtiyatları. Buranı oxuyun, hamısı demək olar əksəriyyəti oranı Daşkəsən, Kəlbəcər, Laçın, Ordubad Naxçıvanda bu dəfə Kəlbəcər, Gədəbəy, Zəngilan fikir verdirsən, demək olar ki, filiz faydalı qazıntıların cədvəli idi axı bu cədvəl. Bundan sonrası da var bunun. Demək olar ki, bunların hamısı demək orada yerləşir. Ona görə də doğru cavab olacaq. Bu doğru cavab yəni. Sonra keçdi Böyük və Kiçik Qafqaz dağlarında üzüm mənşəli yanar faydalı qazlar üstündür. Böyük Qafqazda bəli, amma Kiçik Qafqazda filiz üstündür. Ona görə doğru deyil. Xəzərin şel sonrası üzvü mənşəli yəni neft qaz, bioloji mənşəli mənası verir. Üzvü mənşəli, yəni bioloji mənşəli qazıntılar yayılmışdır bəli. Sonra maqmatik suxurların geniş yayıldığı Talış və Kiçik Qafqazda. Bax, maqmatik suxurlar geniş yayılıb Talışda da, Kiçik Qafqazda da. Amma filiz yataqları Talışda yoxdur. Nə olsun ki, maqmatik suxurlar var, amma filiz yoxdur. Ona görə də bu səhvdir. Məsələn, siz bu filiz faydalı qazıntıların cədvəlinə baxın, orada demək nədir? Lənkəran zonasını görməyəcəksiniz. Demək, filiz faydalı qazıntıların kiçik bir hissəsi qalmışdı. Onu təzədən fasilə verib yükləmişəm. Burada var. Yəni istəsəz baxa biləcəksiniz. Bu hissə, bu göy rəngdə olanlar filiz faydalı qazıntılardır. Onları biraz ayrı düşsə də yenə də baxarsın. Yəni adda demək olar ki, bundan bu bütövlükdə bir hissə təşkil edir. Nəysə, baxaq o biri suallara. Qarabağ düzü və Qanı xaricədə gil xamalı geniş yayılmışdır. Demək, düzənli ərazi olduğuna görə bəli, doğrudur. Doğru cavab odur. Çökmə suxurdursa demək ola bilər. Zod qızıl yatağının coğrafi mövqeyinin dəqiq müəyyən edilməsi üçün hansı inzibati rayon xəritəsindən istifadə edilir? Kəlbəcərdə. Çünki Zod Kəlbəcərdir. Baxın, filiz faydalı qazıntıları yatağında, demək qızıl yatağına baxın. Demək, Zod, Qızılbulaq, Kəlbəcər rayonunun ərazisində yerləşir. Bura baxa bilərsiniz. O xəritədə də bəlkə də onu görmək olardı. Məncə var.
Hə, yox, işarəsi var Zod yatağının, bax bu da. O rayonu da Kəlbəcər rayonudur bu. Ad baad yazılmamışdı ancaq. Sonra 11-ci sual. Levçay Civə yatağının coğrafi mövqeyi. Burada da Levçay, yəni demək istəyir ki, Levçay harda yerləşir? Sual budur da. Levçay harda yerləşir? Civə yatağında Levçay, Şorbulaq ayağı, bax bu cədvələ baxaq. Şorbulaq, Ağyataq, Levçay yerləşir harda? Demək, Kəlbəcər rayonunun ərazisində. Yəni yenə də burada doğru cavab Kəlbəcər olacaq 11-ci sualda. Sonra keçdik 12-ci sual. Respublikamızda əsasən polimetal filiz yataqlar hansılarıdır soruşur. Görürsünüz, cədvəl gözümüzün önündə. Mən sizə dedim ki, yəni cədvələ baxsaq, bizim işimiz çox rahat olacaq. Polimetal filiz yatağının yerləşdiyi rayonları bizdən soruşur, yoxsa yataqların adını soruşur. Bura baxın. Zaqatala, Balakəndə, Kastaq, Mazlum, Çaykat, Yığçay. Demək, Şərurda, Gümüşlü, Qarabağda, Mehmanada, Ağdərə rayonunda. Bunu deyəsən xəritədə də baxmaq olar bir hissəsinə. İşarələri var ən azı. Fikir verirsiniz. Belə bir işarədir. Bizə uşaqlar buna filtryator işarəsi deyilə, görürsünüz. Bu işarə Balakən Zaqatalada var. Sonra burada fikir verirsiniz, Mehmana yatağıdır. Bax burada var, Qarabağda. Bir də Naxçıvanda Gümüşlü yatağı. Yəni, amma belə konkret cədvəldə yataqların adı verilib. Bu yataqların adına rast gələrsiz, bax burada. Gümüşlü, Mehmana, Filizçay. Sonra 13-cü sual. Daşkəsən, Gümüşlü, Zəylik demək, yataqları müvafiq olaraq uyğun gəldiyi faydalı qazıntıdır. Hər biri var. Cədvəldə sizə onları bir-bir mən göstərəcəm yenə. Demək, Daşkəsən yatağı, görürsünüz, Daşkəsən dəmir filizinin yatağıdır. Bax, dəmir. Daşkəsən və dəmir sözünü birləşdirəcəm. Bax, Daşkəsən və dəmir. Demək, birinci olacaq dəmir. Neft gedər, qızıl gedər, mis gedər, filiz yerli dəmir qaldı. Elə bir dənə ondan cavab variantı bilində. İkincidə gümüşlü gedir. Polimetal filiz yatağıdır. Polimetal cədvəlinə baxın. Polimetal gümüşlü yatağıdır. O da yerləşir Şərur rayonunun ərazisində. Yəni burada polimetal deyəndə gümüşlü nəzərdə. Gümüşlü deyəndə polimetal nəzərdə tutulur. İkincidə polimetal. Üçdə də zəylik alünit yatağı. Yenə alünitə baxsaz, alünit yatağın adı zəylik. Görürsünüz, demək olar ki, cədvəllə ancaq işləyirik də. Yəni bir dənə bu sağ tərəfdə verdiklərim bunları skrin eləyin, öyrənin. Bu testi rahat yazacaqsınız. Yəni orada var hamısının cavabı, demək olar ki. 14. Azərbaycan zəngin olan təbii resurslar. Bizdə nə çoxdur, nə zəngindir? A variantına gördüyünüzün hamısı zəngin. Neft, qaz bilirsiniz, alünit. Azərbaycan alünit ehtiyatına görə Çindəki yataqdan sonra ikinci yerdədir. Zəylik alünit yatağı. Onun istədim, dünyada ikinci yatağıdır. Son vaxtlar kitablarda elə də rast gəlmirəm, amma elədir. Sonra görək nə deyir. Deyir ki, çəp düşüm. Abşeron yarımadasında səthə çıxan mineral bulaqlar. Bax, görürsünüz, mineral bulaqlar cədvəldə. Burada var. Abşerona bax, bir dənə Abşeron götürək. Bakıda da Suraxanı Işıq, Abşeron. Burada var Suraxanı Işıq, yəni A variantı. Sonra 16-cı suala baxaq. Deyir ki, Xəzərdə xarici şirkətdən birgə istismar etdikləri yataqların hansında daha zəngin qaz yatağı. Şah dəniz ölkənin ən böyük qaz yatağıdır. Bunu da bilək. Sonra 17-də deyir ki, molibden yatağının və bədon mineral yatağı yerləşdikləri zona və müvafiq olaraq müəyyən, zonalar müvafiq olaraq müəyyən edilir. Baxın, Parağaçay, Diyaqçay yerləşir Naxçıvanda Zəngəzur silsiləsində. Zəngəzur silsiləsi, Kiçik Qafqazın özü, Naxçıvanın dağlıq hissəsi, Zəngəzur dərələri, bir də Talış dağları Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Bədo mineral bulağı yerləşir İsmaildə. İsmaildə Böyük Qafqaz demək, doğru cavab olur B variantı. Sonra burada cavablar konkret deyə digər variantlara baxmıram. Çünki bilirsiniz, konkret cavab var da. Biz bilirik ki, İsmaili Böyük Qafqazdadır. Burada başqa variantları araşdırmağa məncə mənası yoxdur. Yox, əgər başqa variantlarla bağlı suallarınız olsa şərh bölməsinə yazarsınız. Orada da mən cavablandıracağam. Respublikamızda polimetal filiz yataqlarının fiziki coğrafi rayonlar. Polimetal filiz yataqları. Gəlin polimetala baxaq, hər şey aydın olacaq. Polimetal filiz yataqları yerləşir Balakən, Zaqatala, Şərur, bir də Ağdərə rayonlarının ərazisində. Demək olacaq Zaqatala, Lahıc, Şərur Günüt Qapıcığa aid olur, Ağdərə də Qarabağa. Doğru cavab C variantı. Yəni o fiziki coğrafi rayon olaraq dedi, ona görə elə alındı. İnzibati rayon olaraq demədi də, onu bir dənə nəzərimizdə saxlamalıyıq. C variantı oldu. 19-cu sual. Sxemit hamamların metamorfik mənşəli sularda yayılan faydalı qazlar. Maqmatik metamorfik mənşəli faydalı qazlarda həmişə
Maqmatikdə həmişə filiz mənşəli olur. Metamorfikdə də mərmər falan da. Nəsə metamorfik bir süxur olmalıdır. Yəni burada görürsüz mərmər ola bilər. Biraz qaldıraq sual tam görünsün. Məsələn, bu maqmatik olardı filiz olsaydı. Qneys faydalı qazıntı deyil. Əhəng daşı çökmə mənşəlidir. Bu mərmər ola bilər. Yəni bu iki variantdan biri cavab olacaq. Digərini isə siləcək. Yəni ya budur cavabımız, ya da ki bu variantdır. İkincidə xörək düzü yataqları yayılmışdırsa, onda ya Naxçıvandan söhbət gedir, ya da Abşerondan. Demək doğru cavab B variantı. Çünki biz keçmişdik ki, qeyri-filiz faydalı qazlarda daş duz yerləşir Naxçıvanda, çökmə duz yerləşir Abşeronda. Bir dənə cədvələ baxsınız, hər şey aydın olacaq. Xəritədə də var idi o. Sonra keçək 20-ci suala. 20-ci sualda deyir ki, Azərbaycan Respublikasının faydalı qazlarına uyğun olaraq yataqları müəyyən edin. Polimetal filiz yataqları. Yəni cədvələ baxmaq lazım sadəcə olaraq. Polimetal filiz yataqları. Cədvəl burada var. Polimetal filiz yataqları olacaq. Mehmana, yəni burada istəyirsiniz belə yazaq da, B yazaq. Sonra polimetal filiz yataqları. Bir saniyə. Həssasiyyəti. Polimetal filiz yataqlarında olacaq mehmanə. Mehmanə yerləşirdi Qarabağda. Qalanları yoxdur. Sonra kvars qumu Hacıvərlidə A bura gələr. Sonra daş salahlı bentonit gili yatağıdır. Yəni qeyri-filiz faydalı qazı. Burada hamısı olanın birər-birər var. Baxın. Bentonit gili daş salahlı yerləşəcək C burada. Sonra daha doğrusu bentonit gili burada. Sonra şorbula ağ yatağı Leysaydı civə yatağı idi. Fikir verin. O da bu hissədə. O da gələcək. Demək. D də bura. Demək. B, A, D, C olacaq. Digər hissədə deyəsən. B, A, D, C. Y variantı. Y variantı. Sonra 21-ci sual. Şərti işarələr verib. Şərti işarələri başa düşmədən ötürü. Şərti işarələrin burada fikir verirsə faydalı qazların ön tərəfində var şərti işarələr. Bu zəlik birinci zəlik alüminyum yatağıdır. O da Qazax Qarabağda yox, o Gəncə fiziki coğrafi rayonunda yerləşir. Ona görə də bu səhv sıradır. 21-də bir düz deyil. Bir düz deyilsə avtomatik bunlar gedər. Daşkəsən dəmir filiz. Burada bir dənə bir şey mən vurğulamalıyam hökmən ədalət naminə deməliyəm ki, fiziki coğrafi rayonlaşmanı ilk təzə başlayan hazırlıqlara başlayan şagirdlərimiz hələ keçməyiblər. Amma xəritə atlasın arxa tərəfində fiziki coğrafi rayonlaşma xəritəsi var. Siz onu Google-da da axtara bilərsiniz. Axtarırsınız, fiziki coğrafi rayonlaşma xəritəsi yazırsınız. Şəkillər alt bölümünü vurursunuz, çıxacaq baxarsınız. Yəni kitabınızda da var. Axtarıb tapa bilərsiniz. Yəni çox yerdə var o. Bu düzdür 2. 2 düzdür. Sonra keçdik Gəncə fiziki coğrafi rayonunda yerləşir Daşkəsən. Fiziki coğrafi rayonunun adı elədir sadəcə olaraq. Sonra Çıraq Küraraz ovalığında deyil, bu Xəzər dənizində yerləşir. Azəri Çıraq Günəşli. Polimetal filiz yatağı bunu demişdik Zaqatalazda. İndi bu dəqiqə mən o barədə elə burada var, gözümüzün önündədir. Polimetal bu daha bu hissədə Zaqatala Balakən rayonlarının arasında. Ona görə də 4 də düzdür. Naxçıvanda da polimetal Naxçıvanda Gümüşlü demişik. Şərur rayonudur. Şərur da ki, bilirsiniz ki, Naxçıvanda bir xətlə birləşdirirəm polimetal sözü ilə. Ona görə də burada 5 də düzdür. Daşkəsən Qazax Qarabağ düzənli hissədə ola bilməz. Ona görə də C variantı doğrudur. 22-ci sual. Deyir ki, xəritə sıxılırsan polimetal filiz yatağı. Yenə də bax fikir verirsiniz. Bax bir dənə bu hissənin düzü bura biraz yazılmış formadadır. Şəkil indi bu cür tapdım. Kimsə yazıb. Yəni ancaq yeni başa düşmək olur da hər şey. Burada demək, şəkil Zaqatalada Mazımsakası Daqqatiyxça bu yerləşir. Naxçıvanda, Qarabağda Mehmana var. Burada verilib Mehmana Ağdərə rayonunda. Bir də Naxçıvanda Gümüşlü. Gümüşlü məlumat biraz yuxarıdadır. Yeri biraz aşağı verilib. Bir də Gümüşlüdə düzləncək. Demək, burada cavab olacaq 2, 3, 6. O da C variantı. Deyəsən, C variantına düz gələr. 23-cü sual. Xəritə sxemasında mərmər yataqları. 3-ə qəbul imtahanı 2019-cu il 2-ci qəbula düşmüşdü. Demək, Qubada çəhrayı mərmər, qeyri-filiz faydalı qazıntılarda mərmər var. Tapıb göstərəcəm sizə. Bax, bu hissəni oxuyun, mənə başa düşəcəksiniz. Qubada çəhrayı mərmər, Daşkəsəndə demək, qara mərmər, ağ mərmər, Şərurda qara mərmər. Çəhrayı, ağ, qara. 2, 5, 6, o da Y variantında 23-cü cavabı Y idi. 24-cü sual.
Əks tərəfdədir. Saniyə bu tərəfdə. 24. Daş duz. Daş duz Naxçıvandadır. Sonra keçdik. İkincisi neft yatağıdır. Siyəzəndə neft ehtiyatı var Azərbaycanda. O qeyri-filiz faydalı qazlarda bu cədvəldə var o. Baxın, quruda yerləşən əsas neft yataqlarına baxın, burada neft yataqlarına. Bir dəqiqə, siyəzən sözünə baxın, quruda yerləşən əsas neft yataqlarında var. Sonra keçdik ikinci nəsil. Üstdə də civə demişdi, Şorbulaq ayaqda Lefçə 1, 2, 3 to. Yəni ardıcıllıqla istəmişdi deyəsən 2, 2, 1, 3 olacaq. O da D variantı. 25-ci sual. Polimetal yanaşdırıcı alüminit ehtiyatlarının aid olduğu fiziki coğrafi rayonların müvafiq ardıcıllığını istəyir. İndi polimetala baxın. Polimetal 3 ərazidədir də bizdə. Şəki Zaqatala Lahıc zonasındadır, Naxçıvandadır, bir də Qarabağ bölgəsindədir. İndi görək nə alınacaq bizdə? Birinci polimetal istəyirsə vulkanik yaylıqda yoxdur, Lənkəranda yoxdur. Ya günlük qapıcı Şərura görə, Zaqatala Lahıc isə bu Kastaq, Mazımçay, Katixçaya görə bunlar qalar. Yanaşı konkret olaraq Qobustan İsmailidir da Şamaxı Dağlıq Şirvan eləyir. Ona görə Gəncə səhvdir, burada Qonaq Gənc səhvdir. Demək ki, doğru cavab D-dir. Alünit Daşkəsəndədir. Daşkəsəndə Gəncə rayonu şəhəri, Gəncə fiziki coğrafi rayonunda yerləşir. Burada fiziki coğrafi rayonlaşma xəritəsi var. Bir dənə ona baxsaz 2 dəqiqəlik hər şey sizə aydın olacaq. Polimetal molibden, yenə də polimetal fikir verirsiniz ki, bir polimetalı öyrənməklə nə qədər sual yazmaq olar? Mərmərə istəyirsiniz baxaq, bir-bir hamısına baxmaq lazım. Polimetal yerləşir ya Şəki-Zaqatalada, ya Naxçıvanda, ya da ki Qarabağda. Demək, burada vulkanik yayla ola bilməz. Qalanları amma düz gəlib. Sonra ikincisi də molibden. Molibden yatağı Parağaçay, Diyaqçay. Bura fikir verin, baxın. Ordubad rayonunun ərazisində. Yəni ikincidən Naxçıvan sözü olmalıdır hökmən. Naxçıvanın Günnüt Qapıcıq deyilən bir yeri, yuxarı hissəsi olmalıdır. Yəni ona görə də doğru cavab elə Günnüt Qapıcıq baxıram ki, elə bir dənə yerdə. Doğru cavab budur. Üçüncüdə mərmərdir. Mərmərlə bayaq mən danışanda sizə demişdim, mərmər 3 bölgədədir ölkələr arasında. Burada mərməri işarələmişəm. Haşiyə almışam. Nə mərmər yerləşir? Daşkəsəndə ağ mərmər, Şərurda qara mərmər, Qubada çəhrayı mərmər. Ona görə də demək, burada Daşkəsən dediyimə görə Daşkəsən də yerləşir Gəncə fiziki coğrafi rayonunda. Gəncə ətrafı zonadır da, bu hissədən söhbət gedir. Ona görə də burada Y variantı doğrudur. 27-ci sual. 27-ci sualda deyilir ki, sualı biraz kiçildək. 27-də xəritə sxemdə verilmiş rəqəmlərə uyğun gələn Xaltan, Badamlı, İstisu, İlisu mineral bulaqlarının müvafiq olaraq müəyyən edin. Bütün deyəndə tam bütün ola bilməz. Təbii ki, bundan qat-qat çoxdur. Çünki Naxçıvanın özündə nə qədər əlavələr var. Ümumiyyətlə çoxdur. Amma əsas yəni abituriyent proqramında ən fundamental olanlar bunlardır. Bunları öyrənsəz cavabınız var bu suala. Dərhal bunu yazacaqsınız, amma buna xəritədə də baxa bilərsiniz. Məsələn, yuxarı tərəfdə xəritədə mineral bulaqların konkret adını yazmışdı. Baxın, Xaltana bax, Cimi Xaşı Xaltan. Fikir verin, Cimi Xaşı Xaltan. Bunlar yerləşir Qubada. Birincidə nə soruşmuşdu bizdən? Xaltan, Qubada 2-ni götürəcəksiniz. Xəritəyə baxın, həmin yerdir. Buranı silin, bu bizi çaşdırmasın. Bayaq istifadə eləmişəm onu. İkincidə Badamlı deyir. Naxçıvanda Siraf Badamlı Vayxır Naxçıvanda yerləşir. Bunu hamı bilir. Baxın, Şapuz rayonunun ərazisidir. Badamlı olacaq. Naxçıvan 4. Sonra İstisu. Kəlbəcərdə ilə burada yazılıb İstisu. Xəritəsinə baxın, öyrənin, sonra başlayın test yazmağa. Yoxsa test biraz da çətin gələ bilər. Bu da Qax rayonunun ərazisindədir. O da bu. Yəni doğru cavab nə alınır? 2, 4, 1. Yox, biri qaldansa 2, 4, 3 qalmışdı. 2, 4, 3, 1. 2, 4, 3, 1 olsa D variantı 27-ci suala cavab ola bilər. Sonra Azərbaycanın əsas təbii qaz yataqları. Bir dənə diqqətlə baxın, necə səliqəli şəkildə qaz yataqlarının burada hamısı verilib. Baxın. Quruda yerləşən əsas qaz yataqları bunlardır. Qaradağ, Qobustan, Gürcən, Zirə, dənizdə yerləşən əsas qaz yataqları da bunlardır. Yəni qaz yataqları burada var. Demək nə alınır? Siyahıya baxsaz görəcək ki, Şah dənizindən ümid varmı burada? Qaradağ. Çünki Qaradağ, Qobustan var idi bu hissədə, baxın Qaradağ. Ona görə də 2, 4 ilə D variantı 28-ci cavabıdır. Əsas neft yataqları biraz daha yuxarı qalxsaz, quruda əsas neft yataqları bunlar, dənizdə də bunlar. Quruda əsas neft yataqları Azəri, Çıraq, Günəşli, Dan Ulduzu, Əşrəfi bunlardır. Ona görə də müxtəlif var. Azəri, Çıraq, Günəşli, Dan Ulduzu, Əşrəfi
alov, inam, belə adları var. B variantı doğru idi. Sonra cədvəl biraz natamam düşüb. Da indi hər şey tam da sağ tərəfdəki sxemdə tam da hər şey vermək olmur da. Yəni kitabınız, tədris və sair üzrə var olar. İstəsəz tam versiyasını istənilən tədris vəsaitində görə bilərsiniz. Yəni onsuz ola bilməz. Onda kitabın özü yarımçıq olar. Təbii ki, müəlliflər elə bir yanlışlığa yol verməzlər. Onlar bu sahənin peşəkar adamlardır. Demək ki, biz hansı sual yazdıq axırıncı dəfə? 29-u yazmışıqsa, o tərəfə keçməliyik. 29-dan sonra 30 yazır təbii ki. Bir dəfə testlərimdə elə bir səhv olub. Birbaşa keçmişdi, bir neçə test qalmışdı. Zərdab, Kürdəmir, Sabirabad, Saatlı, İnzibati rayon ərazisində mineral termal suların geniş yayılmamasının səbəbi. Termal mineral bulaqlar həmişə dağətəyi zonalarda olur. Bu tektonik əyilmə zonasıdır. Ona görə burada elə ola bilməz. Tektonik qırılma zonalarının kənarda yerləşməsi. Dağətəyi zonalarla dağlıq zonaların arasında həmişə tektonik qırılmalar olur. Mineral bulaqlarda həmin qırılmalardan yer səthinə çıxır. Bu tamamilə monolit bir ərazidir. Ona görə də ola bilməz. 31-ci sual. 31-ci sualda deyir ki, demək, Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Filiz bilirsiniz nə demək? Filiz metal deməkdir. Bütün metalların təbiətdə olan xam formasına filiz deyilir. Bir də yanındakı neft qazdır, kömür yanaşır. Kömür bizdə yoxdur. Kiçik Qafqazda filiz faydalı qazlar daha çoxdur. Bir burada. Sonra çökmə yanar faydalı qazdır təbii ki. Yanmasına geoloji quruluşun xüsusiyyətləri ilə bağlıdır. Yerləşməsi, yaranması. Yaranması və yerləşməsi fərq yoxdur, hər ikisi. Ortaq xüsusiyyəti bütün faydalı qazların yerləşməsi geoloji quruluşa bağlıdır. Ona görə Azərbaycanın ixrac istiqaməti neftdən qazdan söhbət edir. Ən çox satdığımız odur. Satmaq deməkdir, ixrac etmək. Yəni ölkədən kənara satmaq, çıxarmaqdır. Sonra maqmatik suların geniş ərazidə təbii ki, bu da filiz olacaq. Doğru cavab olacaq 1, 5, 2, 4, sonra 3-ə də 3 verəcək. Çünki bu fikir verin 3-ədir. 3, 3-ədir. 1, 5, 2, 4, 3. D variantı 31-ci sualın cavabıdır. 32-ci sual. 32-ci sualda şərti işarələrə biraz ehtiyac olacaq. Fikir verin, hamısının şərti işarələri burada var, yanında var. Buna baxın, bu dəmir işarəsidir. Fikir verin, dəmir işarəsidir. Dəmirdirsə qara metallurgiyadır. Sonra keçək ikinciyə baxaq. Biraz daxilindəki nöqtə kiçik verilsə də alünit işarəsidir. Alünit də əlvan metaldır, alüminium deməkdir də. Bu da alünit. 3 də pəncərəyə yox, biz onu pəncərəyə bənzədirik. Bundan söhbət gedir. Bu da fikir verirsək gipsdir. Gips də tikinti materialıdır. Ona görə də 1-ə, 2-yə, indi bu yataqların adları da var idi. İndi bu cədvəllərdə var hamısında bir-bir. Burada işarə elədiklərim hamısı cədvəllərdə bir-bir var. Baxaq görək nədən söhbət gedir. Hamançay, Dəmiroğlu, Daşkəsən. Bu dəmir filizinin yerləşdiyi yataqlardır. Burada yataqların adı var. Hamançay gedəcək dəmiri axı qara metallurgiya vermişdik. A burada dayanacaq. Şorbulaq, Ağyataq, Levçay, Civədir. Bunlar da əlvan metaldır. Daha doğrusu maye metaldır. Ona görə bu olmaz. Ağcakənd kips yatağıdır. Burada olacaq. Cədvəldə yenə dediyim kimi var, fikir verin, baxarsınız. Bu hissədə gips olan hissədə Ağcakənd yazılıb. Bura baxın. Sonra keçdik. Zəylik də alüminiumun təbiətdə olan formasıdır. O da ki, burada olacaq D. Demək olacaq D, A, C. 1-ə D. Yox, daha doğrusu belə olacaq da. 1-ə ikinci A. 1-ə ikinci A. O da bir dənə variantda var. Başqa heç variantda yoxdur. Heç o biri variantlara baxmağa heç bir ehtiyac qalmadı o ikinci sualda. Çox vaxt sualın bir hissəsi ilə tapmaq olur da. Yəni tam da hökm deyil ki, elə hamısını 100% biləsiniz. Yavaş-yavaş öyrənəcəksiniz də. İlk başlayan kimi hər şeyi tam bilmək olmur. Amma zaman keçdikcə üzərində testlər yaza-yaza, dərs təkrar oxuya-oxuya hər şeyi dəqiq başa düşəcəksiniz. Enində sonunda çalışan təbii ki, həmişə nailiyyət əldə edir. Ona görə siz də bu nailiyyəti əldə edəcəksiniz. Demək, Civə yatağından söhbət gedir. Civəyə baxın, Kəlbəcərdə Şorbulaq, Ağyataq, Levçaydır. Laçında Gilgəz çayına Narzanlı. Demək, burada yataq adı ya Gilgəz olacaq, ya Narzanlı. Ağyataq getdi, Gilgəz, Narzanlı 2 variant qaldı. Göydərə ilə İpək idi Laçında, Kəlbəcərdə. Göydərə, bu xromit yatağıdır. Xromitə bir dənə fikir verin. Siz xromit görək burada varmı? Deyəsən o bir cədvəldədir. Xromit. Aha. Və burada Göydərə İpək
Demək, ikincidə göydərə ipəkdirsə, işarəsi xromitin işarəsi olmalı idi. Xromitin işarəsi budur. Bu mis işarəsidir. Ona görə doğru cavab artıq bəllidir. C variantı 33-də cavabdır. Amma üçüncüyə bax, gör o nədir? Diaqçay paraqaçay molibden yatağı da o da ordubatda yerləşir. Molibden yatağı. Molibden bu cədvəldədir. Bax, fikir verin, paraqaçay diaqçay. Görürsünüz, fikir versə, cədvəli öyrənməsiniz, başa düşmək çox çətin olacaq. Yəni, hətta bura qədər də eləməmsinizsə belə, qayıdın onu öyrənin, sonra qayıdın. Onda test sizə çox aydın olacaq. Sonra maqmatik, filiz maqmatik mənşəlidir. Bentonit gildə tikinti materialıdır, təbii ki, bilirsiniz. Maqmatik suxuların geniş şəhərli ərazidir. Maqmatik filiz olur, ona görə də biri burada. Qara metallurgiya yenə filiz, 2 də burada. Yox, qara metal sənayesində istifadə olunur. Bentonit gilindən qəlib kimi istifadə olunur. Dəmir filizindən də xam material kimi istifadə olunur. Ona görə də 34-cü sualda demək, bu 2 ortaq cəhət olacaq, burada olacaq. Sonra bu ikisini işlətmişik. O da davamlı metal tökmə, o bentonit gilidir bu. 3. Metallurgiyada qəlib kimi istifadə olunur. Bentonit gilinin burada qarşı tərəfin bu hissəsini oxuyun, bu hissəni oxuyun, başa düşəcəksiniz. Buranı oxuyun, biləcəksiniz. Daşkəsən filiz saflaşdırma zavodunun xam malından təchiz edilir. Demək, daşkəsən filiz saflaşdırma zavodunun xam malına təchiz edilir. Filizdən söhbət edir. Daşkəsəndə Hamançay Dəmiroğlu var idi, ona görə. Bu xam malın ehtiyatı Respublikamızın qərb rayonlarında cəmləşmişdir. Ortaq cəhətdən bentonit gili, həm də ki, bentonit gili Qazax rayonundadır. Dəmir filizdə Daşkəsən, hər ikisi də qərb rayonlarıdır. Sonra Qazax rayonunda daş salahlı yatağı, o da təbii ki, buradan bütün Qazaxlılara salamlar göndərirəm. Mən orada hərbi xidmət yerinə yetirmişəm. Daş salahlı kəndində də hərbi xidmətin müəyyən bir dövrün orada keçirmişəm. 6. Demək olur 1, 4, 3, 6, 2, 5. B variantı. 35-ci sual. 35-ci sualda deyir ki, qaz yataqları. Yenə də bax, fikir verin, burada var. Bu cədvəl tam düşməsə də, yenə sizin oxuduğunuz tədris vəsaitində də bu var, yəni. Qaz yataqları, amma qaz yataqlarına aid olan hissə tamamilə var. Burada quruda yerləşən qaz yataqları Qaradağ, Qobustan, bircə quruda yerləşən neft yataqları tam düşməyib bu hissədə. Dənizdə yerləşəndə Şah dənizi ümid Abşeron. Yəni, sizin istifadə edin. Tədris vəsaitində bu 100% var. Qaradağ, Qobustanla Gürgən zirəni 1-ə yazacaqsınız. 1-ə olacaq A, D. Şah dənizi ümid də Xəzər dənizində BC-də burada. A, D, BC. Y variantı 35-ci sualı idi. 36-cı suala baxaq. Bu hissədə. 36-cı sualda deyir ki, sxemə əsasən uyğunluğu müəyyən edin. Neft yatağı. Bax, bu mezozoy yaşlı neft yataqları. Bax, bilirsiniz, bu sual nəyə hesablanır? Bax, tək buradakı qeydə ünvanlanıb. Bax, bu qeydə baxın, ona ünvanlanıb bu sual. Muradxanlı Molla Kənd yatağı. B, D. Gedəcək birə. B, D. AC isə burada. B, D, AC. Yəni, B variantı doğrudur burada. 36-cı sualda B variantı. 37-ci sual. Bax, bu isə həm xəritədə də var, amma burada mən xəritəni daha çox xoşlayıram. Siz ona xəritədə baxaq. Xəritədə baxmağın biraz effekti, biraz baş. Bu xəritə bir xeyli, vaxtınız olduqsan, vaxt tapdığınızdan. Çünki önəmli bir mövzudur, qəbul imtahanından da çox düşür. Bədo İsmaillidadır. Burada bədonu verməyiblər, amma İsmaildə. Deyəsən, yəqin ki, bu olar onun işarəsi. Sonra keçdik Turş, Şuşilan. Bunlar Şuşa rayonları arasında. Bax, Turşsu Şuşa. Fikir verin, bax, burada Şuşa. Sonra Cimin Xaşı Xaltan. Xaltan da Qubada. Bax, burada. Xaltan orada qəsəbəsi də var. Yəqin ki, bilirsiniz. Ona görə də İsmailli, Şuşa, Quba. C variantı 37-də. 38-ci sual. Deyir ki, 38-də deyir, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Nədir uyğunluq? Minkənd Laçındadır. Laçında. Siz göstərin mən o sizə. Görək varmı? Laçında yazılmayıb, amma Minkənd var. Burada cədvəl vardı, cədvəldə var idi. Siz cədvəldə göstərin mən o sizə. Laçında Minkənd olacaq. Bir dənə baxaq. Laçın Minkənd. Fikir verin var. Laçında Minkənd. Bu oldu Laçın. Sonra Qalaltı Qubada. O xəritədə də var. Burada da baxa bilərsiniz. Qalaltı. Daha doğrusu Siyəzən də üzr istəyirəm. Şabran Siyəzən sərhədində. Siyəzən də Şabran da yazılar ona. Siyəzən. Görüş burada deyəsən ona bir dəqiqə ona maraqlı gəldi mən görüm. Laçın Şabran yazıblar. Şabran.
Hər iki variantı mən onu görmüşəm, ona görə deyirəm. Bəlkə ola bilsin səhv edirəm. Şabranda daha çox işlənir də, bəli. Amma hansısa vəsaitdə görmüşdüm mən o siyazən yazmışdı. O barədə dəqiq məlumatı olan o ərazidə yaşayan insanlar varsa, şərh bölməsinə xahiş edirəm yazın, dəqiqləşdirək. Şabranda da daha çox, amma hansısa tədris əsasında mən bir dəfə görmüşəm. Ona görə düşünürdüm ki, bəlkə də ola bilsin ki, o hər iki rayonun sərhədində ola bilər. O ərazidə olmamışam sözünüzü. Şirlanda isə turşusu Şirlan, o da Şuşa rayonunun arasında yerləşir. Bu da Şuşa. D variantı təbii ki, doğru cavab olacaq 38-ə. 39-cu sual deyir ki, Badamlığı Naxçıvandadır, Minkənddə Laçında. Yəni bu hissəyə baxın, burada tapacaqsınız o sualın cavabını. Hər ikisi biri belə bunların yerləşdiyi tektonik zona, Kiçik Qafqaz tektonik zona. Çünki Naxçıvanın dağlıq hissəsi, Kiçik Qafqaz vilayətinin özü, bir də Lənkəran zonası, hər üçü Kiçik Qafqaz tektonik qalxma zonasına yerləşir. Ona görə doğru cavab Kiçik Qafqaz 39-dan. Y variantı. 40-cı sual. 40-cı sualda deyir ki, şərti işarələri verilmiş təbii sərvətlərə uyğun gələn əlamətlər mi? Bu civə işarəsidir. Burada baxa bilərsiniz. Yəni burada var hamısı. Görürsünüz, civə işarəsidir. Bax, burada civə. Sonra bu perlit yatağı olmalıdır. İkincidəki bu perlitdir. Fikir verin, perlit. Üçüncüdəki demək, burada seolit giridir. O da burada. Nə deyir? Ən böyük yataqları Kəlbəcərdə yerləşirsə, bu təbii ki, civə olacaq. 1-ə gedəcək. Sonra ən böyük yataqları Ağyataq, Şorbulaq, Lefçaydır. Perlit də Kəlbəcərdəydi də, bu da var. Kənd təsərrüfatı və kimya sənayesi dediyinə görə bu A-nı 2-yə yazacaq. Arada var idi, oxumamışdım aradan. Ən böyük Kəlbəcər, Şorbulaq, Ağyataq, Gilgəççay, Narzanlıdırsa, onda təbii ki, B də burada olar. Bu yatağın yerləşdiriləcək ən qədim süxurlara rast gəlinir. Alt Bali Tovuz rayonunun ərazisində yerləşirdi, Ağdağ idi. Ona görə bu da C də burada. B, C, A. C variantı 40-cı sual. Da B. Yox, B, A, C. B, A, C. A variantı. Variantı az qala səhv götürəcəkdik. Sonra da dostlarımız yazacaqdı ki, sualı eləyə bilmədiniz. Hərdən tələm-tələsi. Bir dənə bir sual var, maraqlı bir şey deyim sizə. Və səhv eləmirəmsə yerin özü o ətrafı mövzusunda bir test vardı. Testi həll elədim. 130-cu olmalıdır test səhv eləmirəmsə. Həll elədim. Gördüm ki, 30-cu sual həll elə 31-in şərtinə baxmışam. Texniki səhv eləmişdim. Bir-birinə oxşayan sual idi. Sonra qayıtdım, onu düzəltdim. İndi suala axırat qədər baxmayıblar. Bir neçə nəfər yazdı ki, bəs müəllim səhv eləmisiniz. Mən də yazıram altdan ki. Bir nəfər sağ olsun, o yazana yazmış da ki, bəs sən axıra qədər dinlə, görəcəksən ki, düzəldim. Sonra baxdım, görüm ki, elə düzəlmişəm özümdə. Nəysə, texniki səhv ola bilər də, yəni onu çox da ciddiyə almaq lazımdır. Bir insan texniki səhv eləyə bilər, bu normal bir şeydir. Bir insan bir şeyi bilməyə də bilər, o da normal bir şeydir. Bir insanın bilmədiyi bir şey, ona lazım olan əsasən də xüsusilə bir şey, öyrənmək istəməməsi, ona vaxt sərf edə bilməməsi, ciddiyə ala bilməməsi, bu problemdir həqiqətən. Yoxsa texniki səhv hər bir insanda ola bilər. Ölkəmizdə ən böyük yataqları Daşkəsən rayonunda yerləşirsə, hər ikisinin ortaq cəhəti. Çünki civə də oradadır, dəmir də oradadır, bir burada. Ortaq cəhətdir. Demək, sonra keçdi bu getdi. Əlvan metallurgiyası üçün xam maldır. Bu dəmirdir, dəmir qara metaldır. İşarəsi var burada, istəyirsiniz baxın. Dəmirdir, işarəsinə baxın. Dəmir ehtiyatlı, bax fikir verin. O da qara metaldır, amma bizə deyir əlvandır. Əlvandırsa, onda civədən söhbət gedir də, fikir verirsiniz, civə yatağıdır bu. Yəni, 2 əlvan metallısa 2 burada olacaq. Sonra keçdik, Hamançay Dəmiroğlu dəmir yatağıydı, burada var, bu hissədə baxa bilərsiniz. Dəmirin yatağıdır, o da bura. Naxçıvandakı ən böyük yatağı Şahdağlıdır, Şahdağlıda travertin daşı yerləşir, o da burada, ondan söhbət getməyib. Ona görə də yəqin ki, o orada verilməz cavabda. Zəylik alinit yatağı da, o da burada. 5, 2, 5, 2, 5, 3, 1. D variantı. 41-ci sual. 42-ci sual. Perlit yatağı ilə, hansı ki, perlit yatağı mən sizə göstərmişdim. Kəlbəcərdə yerləşir ən böyük yatağı. İşarəsi də burada var perlitin. İşarəsi bu, özü də bu. Kəlbəcərdə Keçəl dağ edadır. Quballı Kəlbəcərdə. Demək, Kəlbəcər rayonunda yerləşirsə bu belə. Sonra qeyri-filizdə, həm də metal deyil də perlit. Ona görə 2 də burada. 42-ci sual idi.
Sonra xromit. Hə, Kəlbəcərdə xromit də var, perlitdə. Ortaq cəhət ola bilər. Hələlik bunu saxlayaq. Demək, kimya sənayesi üçün xam maldır. Hə, yox, bu çünki bu xromit də var Kəlbəcərdə, perlit də var. Ona görə bir ortaq cəhətdir. Onun yerini səhv edirəm. Qeyri-filiz isə perlit qeyri-filiz istifadə qazıdır. Kimya sənayesi üçün xam mal təşkil edirsə, yenə də perlit olacaq. Çünki burada siz ona baxın, bax burada var ki, kənd təsərrüfatı və kimya sənayesi üçün istifadə olunub. Burada qeyd olunub. Bu cədvəllərdə demək olar ki, bütün testlər nəzərə alınıb. Yəni baxmaqla hamısını yaza biləcəksiniz. Sonra keçdik, demək, üçün istifadə göydərə ipək, demək xromit ehtiyatının növüydü. Ona görə də 2-yə gedəcək 4. Qobustanda istimalda yanar şişdir. Ona görə də o heç birinə alınmaz. Demək burada cavab olur 2, 3, 4, 1. B variantı. Bədo mineral bulağın, Bədo bilirsiniz ki, İsmailidə yerləşir. Bum da Qəbələdə. Bədo mineral bulağının Bum mineral bulağı ilə oxşar. İsti suda Kəlbəcərdə yerləşir. İsti su mineral bulağı isə fərqli cəhəti nədir? Yerləşdiyi silsilə Trias, Böyük Qafqazda Trias suxurları yoxdur. Böyük Qafqazın ən qədim suxuru Yuradır. Bundan əvvəlki bölmədə mən o barədə danışmışam. Test izah eləmişik, orada danışmışam. Sonra yerləşdiyi ərazinin tektonik qırılmaları mövcuddur. Böyük Qafqaz, Bədo ilə Bum ikisi Böyük Qafqazdır. Bunun oxşar cəhətidir. Yerləşdiyi tektonik qırılmalar mövcuddur. Kiçik Qafqazda tektonik qırılmalar mövcuddur. Ona görə də bu bunun fərqli cəhəti deyil. Böyük Qafqazın tektonik qalxma zonasında yerləşməyi Bədona Bumun, yəni ki, İsmailli ilə Qəbələnin oxşar xüsusiyyətidir. İsti su, yəni Kəlbəcərin isə fərqli cəhət. Çünki Kəlbəcər Böyük Qafqazda deyil. Konkret bir cavab var, ona görə də obraz cavabla variantlardan takip etməyəcəm. Sonra rəqəmlərlə verilmiş müvafiq, yox, rəqəm səhv düzürsən. 43-dən birbaşa keçdi, bu hissəsi var. Belə olur, arada qalır, bir də görürsünüz yazırlar şəhərlərdə. Yazmayı problem deyil, ancaq insan suala konsentrə olunanda adamın yadından hərdən bir diqqətsizlik olur. Olsa üzrü sayırsınız. Bibi Heybət və Qaraçala yataqlarının Əşrəfi və Alov yataqlarına fərqlənən cəhətini müəyyən edin. Əşrəfi Alov Xəzər dənizindədir. Bibi Heybət Qaraçalada quruda yerləşən neft yataqlarıdır. Neft yataqlarda sadəcə yerləşmə ərazisi fərqlidir. Quruda yerləşən neft yatağı. Bibi Heybətlə Qaraçala. Bibi Heybəti bilirsiniz də Bakıda yaşayış mərkəzi. Ona görə də Alov, bayaq onu demişdim ki, suda yerləşən demək neft yataqlarına mən danışmışdım. Dəniz, bax burada var, bax. Alovla hansıdır? Əşrəfi. Qaraçala da burada var. Bir dənə Bibi Heybət yoxdur. Bir iki dənə silinmişdi. Birinci sətirdən. Yəni, yenə deyirəm, tədris vəsaiti üzrə var. Nədən oxuyursunuzsa coğrafiyanı, orada o hökmən var. Ola bilməz olmasın. Çünki elə olsa o kitab biraz tam yararlı olmaz axı. Çünki o əsas şeydir. Əsas amillərdən biridir. Bu qızıl yataqdır, Kəlbəcərdir, polimetaldır, Zaqatala, Balakənddir. Bu da Siyəzəndə neftdir. Yəni, doğru cavab variantına varsa, qızıl Kəlbəcər ola bilər, polimetal Balakən ola bilər, Siyəzən neft ola bilər, qaz Bakı ola bilər, A variantı da elə doğru cavab. Bəs B niyə deyil? Çünki 2-yə neft deyir, 2 neft deyil axı. Belə də yəni məna görmürəm onu axtarmaqda bir də. Çünki orada o qədər aydındır ki, hər şey. Onu bir də düşüb variantları bir-bir orada çıxış eləyərik. Oxşar variantlı suallarda eləmək olar. Burada elə bir oxşarlıq yoxdur variantlarda. 46-dan sonra rəqəmlərə uyğun faydalı qazların adlarını və onların yerləşdiyi əraziləri müəyyən edin. Baxaq, bir qızıldır, Kəlbəcərdir. Zod ola bilər. Bu A variantı ola bilər, buna dəymirəm. Zod qalır. Civə demişdi, çıxdım, civə demişdi, çıxdım. 3 molibdendir məsələn. 2-də Siyəzəndə neftdir. Qızıl deyir, A çıxar. Dəmir filizi deyir, B çıxar. Yox, rəqəmlərə fikir vermədik burada. 2 yoxdur burada, üzr göstərin. 5-ə nə dedik? 5-ə. Qızıl İsmailidə qızıl yoxdur, elə A çıxır. Sonra 2-yə neft Siyəzən doğru gəlib. Bu hələ ki doğrudur. Yəni ola bilər. Saxlayıram onu. Elə bir dənə C variantı qalır. Yoxlayaq görək düz eləmişik, yoxsa yox. Demək ki, Zod Kəlbəcər doğrudur. Siyəzəndə neft doğrudur. Üstə molibden, Parağaçay, Diyaqçay
Ordubad rayonları arasında idi. Bəli, doğrudur. Bentonit il Qazax rayonları arasında işarəsi də və yerləşmə ərazisi də tamamilə doğruydu. Ona görə də bir də elə bunlar idi. Tamamdır. Şey yox, tamamdır. Tamam. Sonra keçdik 47-ci suala. 47-ci sualda deyir ki, rəqəmlərə müvafiq gələn faydalı qazıntıları müəyyən eləyin. Birə baxaq. Naftalanda neft bu doğru gəlir. Naftalanda neft bu bir. 2-yə molibdendir. Molibden burada yerləşir. Doğrudur, heç işarədir də düz deyil. 1-ə neft deyir Mollakənd. Mollakənd ora deyil, bu hissədir. Bu da səhv olacaq. Sonra Travertin daşı, Travertin Şahdağdıdır. Naxçıvan birincisi, o Naxçıvandadır. Travertin daşı. Bir də Kəlbəcərdədir. Bunun yerin düz deyil. İkincisi də yatağın adı da heç Mollakənd deyil. Neft çala, neft naftalan bir doğrudur burada da. İki variantımızda birinci bənd doğrudur hər ikisində. Qalanlarında səhv idi hamısı. 3-ə əhəng daşıdır. Abşeron Qobustan tamamilə doğrudur. 4-ə kvarts kumu deyir Hacıvəli. A variantı doğru. Bəs 2-yə mərmər dedi. Onun nəyi doğru deyildi? Mərmərin birincisi yeri, lap yerinə düz desək də işarəsi belə deyil. Mərmərin işarəsi belə rom şəklində yuxarıdan belə bir xətti var. İstəyirsiniz mərmərin şəklini mən sizə şərti işarəsini göstərim. Bax, budur mərmərin şərti işarəsi. Bu verilən şərti işarə heç burada bizdə bu cədvəldə heç yox. A cavabı doğrudur 47-də. 48-ci sual. Deyir ki, sxemi tamamlayacaq. Demək, sxemi tamamlayın. Birincisi deyir, Böyük Qafqaz vilayəti, yəni vilayət Böyük Qafqaz olacaq. Polimetal mineral suları verəcək cavaba. Bir də o tərəfdən hacı. Yəni, fikir verin. Kvadrat formasında olan faydalı qazının adıdır. Oval formada olan həmin onun bu faydalı qazının yatağının adıdır. Çünki bu fikrin Hacıvəli yataq adıdır, ondan bilinir. Xaşıdırsa bu mineral sulardır. Mineral sular. Demək, bir də mineral su olmalıdır. Görürsünüz, nə qədər variant? 3 variant dərhal getdi, bir dənə ona görə. Sonra keçdik. Polimetaldırsa, polimetalın, yox, 2-yə baxaq, görə 2-də nə ola bilər? Mineral su, hansısa mineral su yatağı adı olmalıdır. Qalaltı ola bilər, suraxanı ola bilər. Bu, bizim variantda bir təsir eləmədi. 3-ə bax, Hacıvəli hökməli yerləşir Abşeronda. Ona görə də burada cavab, yox, daha doğrusu kvarts qumunun adıdır. Kvarts qumunun demək yatağının adıdır. Hacıvəli hökməli kvarts qumudur. Baxın, fikir verin. Kvarts qumudur Hacıvəli hökməli. Ona görə də kvarts qumu sözü olmadı. Bu da bizə bir kömək eləmir. Çünki hər iki variant da var. Sonuncuda da polimetalda da bu dəfə yataq adı olmalı idi. Mazımçay D variantı avtomatik doğrudur. Ağ yataq Civə yatağının adı idi. Civənin yatağının adı idi. Şorbulaq Ağ yataq Lefçay. Ona görə təbii ki, Y variantı da çıxacaq. Belə, sonraki suallara baxaq. 49-cu sual. Oxşar bənzər sualdır. Hamançay bu dəmir yatağının adı. Bura dəmir yazıram. Sonra gips ya da Hacıvəli hökməli ola bilər. Yox, daha doğrusu hədə Hacıvəli hökməli. Burada var. Yox, Ağzı kənddir. Hacıvəli hökməli kvarts qumudur. Səhv dedik. Gips yatağı Goranboy rayonları arasında yerləşir. Demək, gips yatağının adı Ağca kənddir. Bir Ağca kənddir, Ağca kənd. Ağ yataq Civə yatağının adı Civədir. Qızıl yataqda qızıl yataqda nə ola bilər? Kəlbəcərdə Gədəbəydə qoşa, burada var. Gədəbəydə qoşa, demək, Kəlbəcərdə Zod Qızılbulaq, Zəngilanda Verjinəli. İndi bunlardan biri olacaq. Bütün bunların araşdırmasına baxsaq, birə nə yazmışdıq? Qaytaraq geri. Ağca kənd. 2-də Dəmir. 4-də də Civə. Ağca kənd, Dəmir, Civə. Sualın yarısı o tərəf, yarısı bu tərəfdədir. Ona görə də Ağca kənd, Dəmir, Civə. Deyirsən, A variantı ilə. Verjinəlidə demək qızıl yatağının adı olmalı idi, doğrudur. 50-ci sual. 50-ci sualda deyir, uyğunluğu müəyyən eləyin. Nədən? Bu qəbul imtahanı üçün bu sual mən səhv eləmirəmsə. Nəsə elə xatırladım. Demək, çox güman ki, qəbul imtahanı açmışdı. Demək, xromit ehtiyatıdır bu.
Paraqaçay Diyaqçay Naxçıvanda yerləşir. Yəni 4-ə A gedəcək. 4-ə A gedəcək. Bax 1 rayonda yerləşəcəkdir. Olacaq 4 1 A. 4 ya da ki 1 4 A. 1-ə 4. Bu saxlayaq hələlik. Dəmir filizi Daşkəsəndədir. Hamançay Dəmiroğludur. 1-ə gedər. Demək Rum rəqəmi ilə 1-ə, adi 1-ə gedəcək 4, adi 1 4. Dəmir yox, adi 1-ə Rum rəqəmi ilə 1. Adi 1 Rum rəqəmi ilə 1. Bir dəqiqə baxaq. Gəlin bununla başlayaq. Molibdenlə. Belə geçsək, demək molibden yerləşir Paraqaçay Diyaqçay. Paraqaçay Diyaqçaysa bura elə bil atarıq 2-nin işarəsi budur. Yatağında da Paraqaçay Diyaqçay A. 1-ə 2A olarsa elə 1-ə 2A bir dənə Y variantındadır. Sonra 2-yə baxaq. 2-də demək Daşkəsəndir. Daşkəsəndə Dəmirdir. 2-yə 1 gedə bilər. 2-yə yox, Gədəbəydir, bağışlayın. Gədəbəydir. Gədəbəydə mis yatağıdır. Mis yatağında adı Qaradağdır. Yəni onda 2, 3-cü və D düz gələr. Belə. Bir-bir belə çıxıb tapmaq olar Y variantı. Uyğunluğu müəyyən edin. Burada demək Zəylik Alnut yatağıdır. Yerləşir Daşkəsəndə. Demək 4-ə gedəcək 1-ci. Və yatağın adı da Zəylik idi. 4-ə 1-ci C. Fikir verin. 4-ə 1-ci C 2 variantda cəmi var. Sonra keçdik. 1-də polimetaldır, gümüşlüdür. Şərur rayonudur. Onda 1-ə gedər 2-ci. Bunun yanına 2-ci yazıram. O da gümüşlü A. 1-ə 2-ci A. 1-ə 2-ci A gedəcəksə, onda burada da olur Y variantı. Belə də biraz araşdırma yolları ilə tapmaq olar. Yəni, yenə deyim, öyrəndiyiniz bir şeydir də sadəcə olaraq biraz araşdırmaq lazımdır. Variantları bir-bir çıxaraq tapmaq olar. Sonra, neçənci sual idi bu? Sualın bəyan nömrəsinə baxaq, 51, yanlışlıq olmasın. 52-ci sual. Xəritə sxemə əsasən cədvəldəki doğru sıraları müəyyən eləyin. Demək, doğru sıraları müəyyənləşdirəcəyik. 3, 5, 8 mineral bulaqlara malikdir. 3 haradır? Şahbuzda ən çox Naxçıvanda olan rayonlardan Şahbuzdan Babək Culfadır. Burada çoxdur. Bu düzdür. Sonra Kəlbəcərdə isti su var, məsələn, düzdür. 8-də də Qubada da Cimi Xaşı Xaltan var, düzdür. Demək, bir doğru. Sonra keçək 2-yə. 2-yə baxaq. 1, 7, 8-ə meşələr geniş yayılıb deyir. 1-ə baxaq. Naxçıvanda meşə ümumiyyətlə yoxdur, ona görə də bu çıxdı. Yəni, zolaq təşkil eləmir, geniş bir qurşaq təşkil eləmir. Paleozoy erasının qədim süxurları 2, 4, 6, 2, 4 desək də 6-ya qəti düz gəlməz. Ona görə də, daha doğrusu 2, 4, 5. Kəlbəcərdə deyil də, yəni Tovuz rayonları arasında. Ona görə o da doğru deyil. Mərmər yataqlarına 1 deyir, 1, 2, 8 ola bilər. 1, 4, yox, 1, 4, 8 bu düzdür. Yəni 4-ü götürəcəyik. Burada gümüşlü yatağı, bunları silim çaşdırmazsam sizə. Burada gümüşlü yatağı idi. Burada Daşkəsəndə yatağı var idi. Daha doğrusu Şərurda idi, Daşkəsəndə idi, bir də Qubada Çəhrayı mərmər. Bu Şərurdakı qara mərmər idi. Daşkəsəndəki ağ mərmər idi, Qubadakı Çəhrayı mərmər idi. Ona görə də burada 5 də düzdür. 1, 4, 5-lə D variantı doğrudur. Sonra Trias dövrünün çöküntülərindən söhbət gedir. Naxçıvanda baxaq 1, 3 ola bilər. Amma 2, bu isə alt paleozoy dövrünə aid olan süxurlardır, o da doğru deyil. Sonra 53-cü suala baxırıq. 53-cü sual deyir ki, xəritə sxemə əsasən cədvəldəki doğru olmayan sıraları demək müəyyən eləyin. Keçdik 2, 7, 5-ə baxaq. 2, 7, 5 neft yataqlarına malikdir. Aran zonası ola bilər, bu İmişli rayonu idi. 9 Cənub-Şərq Şirvanda var, bir də Siyəzən. Bu doğrudur bizdən, amma doğru olmayanı soruşub. Ona görə çıxdım bunu. Sonra polimetal filiz yataqları.
polimetal filiz yataqlarını yerləşdirir. Deyir ki, 1, 5, 6-da polimetal var. 1-də var. Sonra 5 aradı. 5-də də var. Sonra 6-ya baxaq. 6 ağdara bu da var. Yəni bu doğru olan sıradır. Amma bizdən soruşurdu doğru olmayan sıranı. Ona görə də təbii ki onu da götürməyəcək. 3-ə baxaq. Deyir ki 1-2 zəngin qızıl və civə yataqları ilə mövcuddur. Hara? 1, 2, 4. Bəli. Zəngin qızıl. Gədəbəydə qızıl yatağı var idi. Civə ümumiyyətlə bu bölgədə çoxdur. 1-də var. Bir də 4-də var Kəlbəcərdə. Doğrudur bu. Yox, burada Gədəbəydə civə yatağı yoxdur. Bir dənə bu Gədəbəydə civənin olmaması, ona görə bunu götürəcəyik. Bu belə. Paleogen dövrünün girli şistlərinin geniş yayıldığı ərazilərə, yəni paleogen süxurlarının geniş yayıldığı ərazilərdə belə deyək. Xəzər dənizi sahili 4-cü dövr süxurlarıdır. Bu səhvdir, ona görə də götürəcəyik bunu da. Burada da 5, 8, 9 vermişdi. Sonra deyir ki 5, 3, 6, 7-yə deyir ki tektonik qırılmalar boyu vulkanogen 7. Böyük düzənlik ərazilərdə vulkanogen süxurlar ola bilməz. Ona görə də C variantı doğrudur. Ən sonuncuya 2, 3, 4-də filiz faydalı qazlara malikdir. 2, 3, 4. O doğrudur. Yəni, bu hissələrdə xüsusilə əlvan metal filizlər daha çox süni tövür. Doğru deyim çıxırıq. Çünki bizdə səhvləri soruşurdu. Orta arası rəqəm görüşməsə də sualın nömrəsi görən neçədir? 54-cü sualdır da o. 54-cü sualda deyir ki, orta arası təbii vilayətlərin faydalı qazları. Yəni ki, Naxçıvana aid olan faydalı qazları bizdən istəyir. Molibden vardı, Parağaçay, Diyaqçay idi. Travertin daş vardı, Şahtaxtı idi adı. Bir də polimetaldı, adı da Gümüşlü idi. 1, 3, 5. Variantlı sualdı, görək. Yəni, baxaq. Yox, artıq variantsız sual. 55-ci sual. 55-ci sualda deyir ki, biraz sualı bir balaca böyüdək. Deyir ki, Böyük Qafqaz təbii vilayətinin faydalı qazları demək. Yanar şist Qobustan İsmailidə təbii qaz, Abşeronda çox idi, Qaradağ Qobustan, məsələn, Gürgəncirə. Elə 2 dənə. Yoxsa? Böyük Qafqazda, Zaqatala, Lahızda axı polimetal filiz faydalı qazları da vardı. Bura baxın, Katexçay, Kastaq, Mazımçay falan. Ona görə o da doğru cavabdır. 1, 3, 4-dür cavab. 56-cı sual. 56-da deyir ki, cədvələ əsasən doğru sıraları müəyyən eləyin. Deyimi? Seolit, Ağdağ, Qazax, Tovuz rayonları arasında Seolit, bu səhvdir. Mis, Qaradağ, Gədəbəy bu iki doğrudur. Çünki cədvəldə elədir. Baxın, Misə bir dənə baxın. Burada mis var da. Mis, Qaradağ, Gədəbəy. Görürsünüz, var. Ona görə də o doğrudur. Bizdən deyəsən doğru sırası istəyirdi, bəli. Travertin daşı Şahtaxtı Tovuzda deyil. Şahtaxtı Naxçıvandadır. Ona görə də o səhvdir, onu götürə bilmərik. O demək, gips Ağzakənd Goranboy 4 düzdür. Cədvəldə var, baxa bilərsin burada məsələn. Gipsə baxın. Yəni hər dəfə çevirməklə elə işarələmişəm burada. Elə bu işarələnən ərazidir bu bura. Bu da doğru. Sonra keçdik 5-ə. Xromit ipək Laçında, bu da doğru idi 5. 2, 4, 5. Respublikamızın filiz faydalı, yəni metal istəyir bizdən. Metal da nədir? Parağaçay, Diyaqçay, molibden yatağıdır. Şorbulaq, ağ yataq, lefçay, civədi, civədə maye metal sayılır. Dəmiroğlu da daş kəsəndə, o da dəmir yatağıdır. 3, 5, 6. 57, 8-ci sual. Kiçik Qafqaz tektonik qalxma zonasında yerləşən mineral bölgə. Yəni, ümumiyyətlə Kiçik Qafqaz bölgəsində. Yəni, xəritəyə baxsaq, yox, tektonik qalxma deyirsə, onda bu Kiçik Qafqazın özü də gedəcək. Naxçıvanın dağlıq hissəsi də gedəcək, Günnüt qapıcı. Bir də Talışın dağlıq hissəsi. Çünki tektonik zonaları öyrənəndə elə öyrənmişik o səbəbdən. Cimi Xaşıq altdan Qubadadır, bu ola bilməz. Bədo İsmaildə. Meşə su, demək, Masallıdadır, bu hissəyə düşəcək, götürdük. Darıdağ Naxçıvanda da düşür, bu hissəyə götürürük. Bir də Şirlanda Şuşadadır, o da bu hissəyə düşür, onu da götürürük. 1, 4, 5-də bunun cavabı olur. 59-cu suala baxırıq. Deyir ki, xəritə sxemində hərflərlə verilmiş inzibati rayonların hər ikisində ərazisinə yayılan faydalı qazıntıları müəyyən edin. Demək, biri Kəlbəcərdir, o biri Laçın. Hər ikisində civə var idi. Kəlbəcərdə Şorbulaq, Yataq, Lefsa idi. Laçında da Gilgəz-Çayından Narzanlı. Sonra bir də barit yox, Gədəbəydə idi o, xromit. Bir də xromit ola bilər. Bunu saxla, mərmərə baxaq. Mərmər daş kəsəndə Qubada
Bir də şərurda idi, mərmərdə deyil. Gips ağacı kənd yatağı idi, Tovuz rayonunda. O da deyil, xromit hər ikisində vardı. Demək, göydərlasında göydərə idi. Və burada baxaq ona. Göydərə və ipək yataqları olmalıdır. Yox, xromit, yox, xromit, yox. Xromit çünki flis faydalı qazdır. Hə də göydərə ipəkdir. Laçındadır biri, bir də Kəlbəcərdə. Düzdür, elə düz demişəm. Məsələn, bir anlıq mənə elə gəldi ki, yanlışdır. Oldu 2-4-dür, doğrudur. 2-4. Sonra 60-ın son. Muradxanlı neft yatağının səciyyəvi əlamətlər hər iki cədvəlin ortasındakı bu xüsusi qeydə ikinci bir sual ünvanlanır. Daha doğrusu, məncə üçüncü sual artıq ona ünvanlanır. Dördüncü dövrün yox, Mezozoy yaşlı süxurlarda yerləşir. Tektonik əyilmə zonası Kür çökəğində yerləşir. Bir də quruda yerləşən yataqdır. İmişlidədirsə, İmişli Kürdəmirdədirsə, demək ki, quruda yerləşən yataqdır. Da su olmayacaq ki, 2-3-6 deyəsən doğrudur. Sonra 61-ci suala baxacaq. Mollakənd nefti eynidir. Kür çökəkliyi vilayəti Mezozoy yaşlıdır. Bir də tektonik çökmə zonasıdır. 2-3-6 da bunun cavabıdır. Eyni sualdır. Muradxanlı ilə Mollakəndin hər ikisinə aid olan bir sual idi. Nömrəsi 61 idi. İndi 62-yə baxacaq. 62 sualı biraz böyüdüm. Rahat baxa bilək. 62. Turşusu mineral bulağının şıx mineral bulağından fərqləndirən xüsusiyyətlər. Turşusu yerləşir Laçın, daha doğrusu Şuşada, şıx yerləşir Abşeronda. Elə bil ki, deyir ki, Şuşanın Abşerondan fərqi. Tektonik qalxma deyirsə, hər ikisində tektonik qalxma zonasıdır. Bu ola bilməz. Qonur və qəhvə imiş. İndi siz keçməmsiniz. Bu demək, keçməsəz də bilirsiniz də. Bu torpağı bilməz. Keçəcəksiniz gələn dərslərdən. Kimsə keçib, bəlkə təkrarda olanlar keçiblər. Yəni, ilk dəfə oxuyanlar ola bilsin, keçməz. Şuşada meşə zonaları var. Meşənin altında da qonur qəhvə torpaqlar olur. Amma Abşeron yarımadası bilirsiniz ki, yarım səhra arid denilasyon ərazidir. O ola bilməz. Sonra mütləq nömrə yüksək olan ərazilərdə yerləşməsi şıx Abşerondadır, amma o hissə biraz daha hündürdür. Ona görə də doğrudur. Sonra müalicə əhəmiyyətə malikdir. Hər ikisində bu müalicə əhəmiyyət var. Kiçik Qafqaz maqmatik süxurlardan təşkil olunur. Böyük Qafqaz isə çökmə süxurlar süni təşkil edir. Böyük Qafqaz vilayətdə yerləşmək şıxın turşusudan fərqidir. Amma bizə deyirdik, turşusunun şıxdan fərqi olsun. Ona görə də bu cavab ola bilməz. Daha doğrusu bu bənd cavabı verilə bilməz. Zəylik alinit yatağının səciyyəvi xüsusiyyətləri. Demək, qara yox əlvan, yüngül əlvan, alüminium həm də yüngül əlvan metaldır ona görə. Ağır əlvan metal ola bilməz. Kiçik Qafqazın cənub yox, şimal şərqindədir. Və burada bu yanlış gedər. Çünki zəylik alinit yatağı Daşkəsəndədir. O da Kiçik Qafqazın şimal şərq hissəsidir. Daşkəsən inzibati rayonunda yerləşir. Bir də bu. 60-da barit, çovdar barit yatağı. Burada görək o varmı barit? Hə, var. Çovdar da bir də başqışlaqdır. Goranboy ilə Daşkəsəndə yerləşir. Dərin neft quyularının qazılmasında istifadə olunur. Demək, neft quyularının qazılmasına istifadə olunur. Kiçik Qafqazda yerləşir. Çünki Daşkəsənlə Gədəbəy rayonları Kiçik Qafqazda yerləşən rayonlardır o səbəbdən. Bir də ki, bilirsiniz ki, Dağlıq rayonunda tektonik qalxma zonası 2-3-4-dür bunun da cavabı. 65-ci suala baxırıq. Yanar şist. Qobustan İsmaili'də 3-ü götürəcək. Sonra mis yatağı deyir, Gədəbəydədir, 2-ni götürərik. Ondan sonra da xromitdə Kəlbəcərdə yerləşir, Göydərədir. Bir də Laçında ipək var idi. Ona görə də 6-nı götürərik. 3, 2, 6 cavabı doğru olar. İndi arada virgül var idi. 65-i də həll elədik. Əlim toxundu, getmişdi, təzədən quraşdırdım. Demək, 66-cı sualda deyir ki, planşetdə çəkirəm, adamın barmağı toxunadı, böyükürsən ki, silinir. Təzədən bir dairədən qurmaq lazım olur. Demək, xəritə sxemdə molibdendir. Ordubadda paravasiyyə deyəxsaq 3 gedəcək. Alünit yatağı 2-dir. Daşkəsəndə demək, zəylik alünit yatağıdır. Bir də gips yatağıdır. Ağcakənd gips yatağı 5. 3-2-5. Rəngi bilən dəyişim. Rəngi də dəyişdi. Bir dəqiqə. Sağ tərəfdə qırmızı çəhrayı rəngləndirəm, sol tərəfdə qara rənglə bir-birinə qarışmasına ona görə. 67-ci suala baxaq. Xəritə sxemə əsasən filiz yataqları malik olmayan inzibati rayonları müəyyən edin.
Bilirsiniz ki, əlvan metallar çox idi Laçında, ola bilməz. Naxçıvanda da çox idi. Bu da Zaqatala Balakəndə də polimetal filiz yataqları vardı. Samux rayonu, Düzənli rayonunda yoxdur. Qusarda bir də Talış dağlarının ümumiyyətlə filiz faydalı qazıntıları yoxdur. Ona görə də burada cavab 1, 2, 5 olacaq. 68. Azərbaycanın faydalı qazıntı yataqları ilə bağlı doğru fikirləri müəyyən edin. Demək, filiz faydalı qazıntıları daha çox ölkənin şimal-qərb yox, qərb rayonlarında yerləşir. Yerli əhəmiyyəti Yanaş yatağı İsmail rayonu arasında yerləşir 2 düz. Sonra xromit yatağı Yardımlıda yox, Kəlbəcər burada var idi. Göydərə ipək Göydərə bu daha xromit. Göydərə ipək Laçın Kəlbəcərdə idi. Ona görə səhvdir. Qeyri-filiz faydalı qazıntı çökmə suları daha geniş yayılmışdır. Bu doğrudur. 4. Bir də Abşeron və Kiçik Qafqaz tikinti materiallarla zəngindir. 5. Muğam və Sələm üzrə civə yazılıb. Civə Kəlbəcər Laçındadır. 68 də elədik. 69-cu suala baxaq. Deyir ki, doğru sıraları müəyyən edin. Gəncə Qazax 4-cü dövr Kür çökəli. Gəncə Qazax rayonu bəli. Bu ümumiyyətlə, yəni bizim bu gün işlədiyimiz mövzuya aid test deyil. Doğru olmağına doğrudur, amma bizim işlədiyimiz mövzu, yəni həll eləyəcək eləməklə, ancaq bizim mövzuya bu mövzu ilə, bundan əvvəlki Azərbaycan geoloji quruluşuna aiddir bu. Bir düzdür. Abşeronda Neogen ön Qafqaz deyil, Böyük Qafqaza daxildir. Zəngəzur silsiləsindən paleogendən ibarət geniş bir yer vardır Şahbuz sulfurlarının ərazisində. Naxçıvanın birisi dağlıq hissəsində Kiçik Qafqaz tektonik qalxma zonası. Ona görə doğrudur. Qarabağ silsiləsində Təbaşir Yura dağlıdır, o da Kiçik Qafqaz, bu da doğrudur. Ceylançöldə Yura olan məhz düzənli idi. Qanı Xəriçay da Böyük Qafqaza yox, Kür çökəliyinə aiddir. Ona görə də bunlarda cavab deyil. 1, 3, 4-dür bunun cavabı. Dediyim kimi bu mövzuya aidiyyəti yox idi. Keçdik. Burada maraqlı bir şey olacaq. Badamlıya bax. Naxçıvanı 2 hissəyə bölsəz, aşağı hissəsi Araz boyu gedir, yuxarı hissəsi də Günnüt Qapıcıq gedir. Badamlı Araz Cavan platforması ola bilməz. Ona görə də 70-də bu səbəbdən biri cavab olaraq götürmürük. İkidə Turşusu Şirlan idi. Şuşa rayonunun arasında yerləşir burada. Şuşa rayonunda bilirsiniz ki, Kiçik Qafqazdır. Ona görə də 2 doğrudur. Sonra İlisu Böyük Qafqazda Qax rayonunun arasında yerləşir burada. Qax rayonundakı Böyük Qafqazda, o da doğrudur. Qala 6 Şabrandadır. Buna Kür çökəli verib. Şabran amma ön Qafqaz tektonik əyilmə zonasıdır. Ona görə də doğru ola bilməz. Şirlan, Turşusu Şirlan hər ikisi Şuşada. Turşusu ilə Şirlan. Yəni Kür çökəliyinin təbii ki, bunun aidiyyəti yoxdur. Ona görə də onu da çıxarır. Xaltan Qubada yerləşir. Quba rayonunda Böyük Qafqaz sayılır. Bu baxımdan 2, 3, 6 bu bənddə cavabdır. Növbəti suallara baxaq. Neçə idi bu sual? 71. 70-in 71-ə baxırıq da, belə deyək. 71. Diyaqçay bilirsiniz ki, molibden yatağıdır. Şərti işarələri də burada var. Hər ikisini aldım dairəyə. Ordubad rayonunun arasına. Ordubadın özünü də aldım dairəyə. Demək, Parağaçay Diyaqçay yerləşdiyi ərazi yatağının səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirəcək. Yerləşdiyi ərazidə paleogen yaşayır. Bəli, bundan əvvəlki bölmədə keçmişik. Naxçıvanın Şahbuz və Culfa rayonu bu hissədə paleogenə ibarət geniş bir ərazi var. Bu doğrudur. Sonra Naxçıvan Muxtar Respublikasının Dərələyəz yox, bu hissəsi Zəngəzurdur. Dərələyəz biraz Naxçıvanın bu hissəsidir. Ona görə də Dərələyəz səhv olacaq. Kiçik Qafqaz qalxmasına aiddir. Çünki Naxçıvanın dağlıq hissəsi Talış dağları və Kiçik Qafqazın özü Kiçik Qafqaz tektonik qalxma zonasına aiddir. Ona görə bu da doğrudur. Qara metal deyil, əlvan metaldır. Naxçıvanın Zəngəzur, dediyim kimi bu hissəsi Zəngəzur dağlarıdır, Zəngəzur bölgəsinə aiddir. Araz Cavan platforması Naxçıvanın düzənli hissəsidir, bayaq o barədə danışdım. O da ora düşmür, ona görə də bu da deyil. 71-ci suala 2-yə baxaq. Hamançay və Kastağ. Hamançay və Kastağ faydalı qazıntı yataqlarının oxşar xüsusiyyətlərini müəyyən edin. Hamançay bilirsiniz ki, Daşkəsəndə dəmir yatağı idi. Katex çay, Kastağ, Filiz çay, Mazim çay, o da Balakən Zaqatalada polimetal filiz yataqları idi. Oxşar xüsusiyyətlərini istəyir bizdən. Tektonik qalxma zonası, çünki hər ikisi dağlıq zonadır. Bu Kiçik Qafqazdır, bu Böyük Qafqazdır. Ona görə bu bir doğru. Sonra 2. Böyük Qafqazın cənub yamacında yerləşir. Bu hissə Kiçik Qafqazdır. Ona görə də ortaq xüsusiyyət deyil. Metallurgiya sənayesi üçün xam mal verir. Doğrudur. Qeyri-filiz yox, filiz faydalı qazıntılardır.
Dağlıq ərazilər olduğuna görə təbii ki, denudasiya prosesləri orada üstünlük təşkil edəcək. 1 3 5 doğru cavabdır. Sonra Qalaltı mineral bulağının yerləşdiyi inzibati rayon üçün Qalaltı Şabran dedik bu hissədə. Elə var idi da burada. Burada işarəsi də var. Demək, Xəzər dənizinə çıxışı var. Çıxışa malikdir. Bəli, doğrudur. 73-də 1 doğrudur. Ərazisində 4-cü düzənlik ərazi, düzənlikdə 4-cü dövr suları, alt paleozoy yerləşir. Yəni 4-cü dövr suları yerləşir. Alt paleozoy dövrünə aid olan ən qədim sular Azərbaycanda yerləşir. Bir burada Zəmçə-Sikçayda, bu da üst paleozoyda yerləşir Naxçıvanda. Ona görə də bu Siyəzənə qətiyyən yaxın. Ümumiyyətlə 4-cü dövr demişsinizsə alt paleozoy heç uyğun gəlməz. Sonra 73. Sonra deyir ki, arid denudasiyon relyef formaları Qobustan, Abşeron, Ceyrançöl, Acınolur bir də Naxçıvana aid idi. Yəni bunun Şabrana aidiyyəti yoxdur. Ona görə də bu da götürməyəcək. Filiz faydalı qaz yataqları mövcuddur. Xeyr, mövcud deyil. Hə, nəyə? Hə, demək, mineral buraqlara Abşeron ərazisində rast gəlinə bilir. Çünki Abşeronda suraxan işıq da var. Ona görə 5 də doğrudur. 1 2 5 cavabdır. Sonra 74-cü suala baxaq. 74-də deyir ki, maqmatik və metamorfik suxurlar yayılmışdır. Yox, daha doğrusu salıqmamış. Salıqmamış birbaşa cavabları etmişik. Gecə saatlarında mən bunu çəkirəm. Demək, Kiçik Qafqaz şimal şərqində aid olan xüsusiyyətlər. Yəni, bu hissəyə aid olan xüsusiyyətləri soruşur. Deyir ki, maqmatik və metamorfik suxurlar yayılmışdır. Bəli, orada maqmatik, metamorfik suxurlar geniş yayılır. Mərmərdən metamorfiki bilmək olar. Maqmatik, metamorfik çox vaxt bir-birinə yaxın olur. Filiz faydalı qazların çox olması maqmatikin çox olduğunu göstərir. Bu doğrudur 74-də. Sonra ki, yanar faydalı qazlar daha çox şərq rayonlarına aiddir. Ona görə də ola bilməz. Barit, kükürt, mərmər bəli var idi həmin ərazilərdə. Faydalı qazlar biz keçəndə öyrəndik onu. Paleozoy erasının kristallik şistlərinə daha çox rast gəlinir. O da doğrudur 4. Çünki alt paleozoy dövrünə aid olan kristallik şistlər yerləşirdi. Bunun Naxçıvana nə aidiyyəti olsun? Ortaraz Naxçıvan deməkdir. Platformanın yenidən fəallaşmış yox, seismik zonayıq. Biz ümumiyyətlə Azərbaycan ərazisi tamamilə seismik zonada yerləşir. 1-4-də 74-cü cavab. 75-ci sual. Ərazisində əsasən Bədo. Bədo İsmailidə yerləşir. Xaltan Qubadadır. Donuz Ütəndə Masallıdadır. Demək, doğru cavab ola bilər 4, 3, 2. Çünki Bədo İsmailidirsə bu, Xaltan biraz bu 3 aşağı verilib. Bura verilsə daha düz olardı müəllimə. Biraz yuxarıda olmalıydı. 4, 3, 2. Qalanları uzaqdadır. Ondan da bilmək olar ki, 4, 2 doğru cavab 75-də. Ardıcıl verməliydik. 76-cı sual. Deyir ki, isti su istəyir bizdən. İsti su Gəlbəcərdədir. Şirlan istəyir Şuşadadır. Badamlı istəyir birdən. Yəni 2, 3, 1-dir doğru cavab. 76. Mineral bulağına uyğun gələn rəqəmlərin müvafiq ardıcıllığını müəyyən edin. Demək. İsti su. İsti su yox, eli su. 6. 6, 3, 1. Verilmiş şərti işarəsiz Azərbaycan daha çox geniş yayılmış filiz faydalı qazıntıların sirdi. Polimetal idi, bir də dəmir idi. Qalanların heç biri demək seolit yatağıdır, bentonit tikilidir, əhəng daşdır, müxtəlif şeylərdə heç biri filiz deyil. Sonra verilmiş şərti işarədə maqmatik suxurların yayıldığı, yəni filizdən söhbət edəcək. Xromit yatağı 2-dir. Daha doğrusu 2. Sonra demək bir də 5. Sonra keçdik o birinə 78-də. 5-in şərt işarəsi nasıl ona bir dənə baxaq. Xromit 5-də idi, molibden idi. 2 molibden isə baxmağa ehtiyac olmadı. 2 molibden idi, 5 xromit. 78-in 9-cu sualda deyik. Xəritə sxemə əsasən şərti işarələrlə verilmiş faydalı qaz yataqlarının doğru verildiyi sıranı müəyyən edin. Civə yatağı deyir. Burada civə yatağı yoxdur, ola bilməz. Ona görə kvarts qumu 3 məsələn doğrudur burada. O ola bilər. Onun çünki biz keçmişik orada var. Sonra keçdik 2-də yanar sisti Qobustan İsmaili doğrudur. Bir də qiymətli daşlar var. O da doğrudur. Bir də götürə bilərik. 70-də
1, 2, 3. Əqiq yataqları var biraz o hissədə. O bir əqiq idi. Qubadlıda. Xəritə sxemasında şərti işarələr verilmiş faydalı qazıntı yatağının hansılarının yeri doğru göstərilməmişdir. Hansılarının yerinin səhv göstərildiğini bizdən soruşur. Yanar şist burada yox, bu hissədə idi. Ona görə də 2-ni çıxarıq. Demək, doğru göstərilməmişdir. Mis yatağıdır. Bir doğru göstərilmiş, yəni göstərilməmişdir. Yəni bizdən soruşur ki, hansıların yeri doğru göstərilməmişdir. 2. Xəritə sxemasında şərti işarələr verilmiş faydalı qazıntıların hansının yeri doğru göstərilməmişdir. Yəni 1, sonra demək qızıl işarəsi doğru göstərilib, polimetal doğru göstərilib. Burada seolit səhv idi. Demək 6 olacaq. Bizdə cədvəldə verilməsə, nağdsının mis işarəsi var idi. Ona görə ola bilməz. 2-nin yeri doğru göstərilməyib. 3-ün yeri doğru göstərilməyib. Bir də bu seolit ildə Tovuz rayonu arasında o da doğru göstərilməyib. 2, 3, 6 çıxaq. Səsən o kitablarda son vaxtlar olmayan bir şey idi o. Naxçıvanda mis olmağından söhbət gedir. Var idi o. Qabaq kitablarda olub o. Verilən şərti işarələrə əsasən xəritə sxemində A hərfi ilə işarələnmiş inzibati rayonunda mövcud olan faydalı qazıntıları müəyyən edin. Deyəsən daş kəsəndir o. Yaxşı görünmür. Daş kəsəndə dəmir var idi orada. Alünit var idi. Bir də daş kəsəndə mərmər var idi bir də. 1, 3, 6. 82-ci sualda deyir ki, Şıx mineral bulağının yerləşdiyi ərazinin Şirlan mineral bulağının yerləşdiyi ərazidən fərqi. Şıx Abşeronda bayaqları Şuşanın Abşerondan fərqini istəyirdi. İndi isə Abşeronun Şuşadan olan fərqini bizdən daha çox istəyir. Biraz yerin dəyişdi elə bir sanki sualı. Demək, tektonik qalxma zonası ikisi də tektonik qalxması. Qışı soğuk keçən yarım sahra quru çöl iqlimi bu iqlimi tipi yarım. Bir dəqiqə. Şıx mineral bulağının yerləşdiyi ərazinin Şirlan mineral bulağının yerləşdiyi ərazidən fərqli cəhətləri mülayim isti iqlim deyil, qışı soyuq keçən, qışı soyuq, qışı mülayim keçən yarım sahra quru çöl iqlimində. Ona görə səhv oldu. Qışı mülayim keçən yarım sahra və quru çöl iqlimi 4 ilə o 2 məyə çaşdırmışdı. Sonra Böyük Qafqaz təbii vilayətinə yerləşməsi fərqlidir. Bir də yerləşdiyi fiziki coğrafi rayonunda filiz mənşəli faydalı qazıntı mövcud deyil, amma Şuşa tərəfdə mövcuddur. Ona görə də burada doğru cavab 4, 5, 6 olacaq. Yəni Şuşanın özündə yox, Şuşanın yerləşdiyi fiziki coğrafi rayonunda. O Qarabağ fiziki coğrafi rayonunda yerləşir. Orada polimetal ehtiyatı var. 83-cü sual. 83-cü sual deyir, doğru sıraları müəyyən edin. Diaqsay molibden yatağı, Zəngəzur süsləsi. Bu bir doğrudur. 80 yox, daha doğrusu ikincidə. Hamançay Dəmiroğlu Dəmirdə Murov süsləsi səhvdir. Bunu çıxarıq. Bu cavab ola bilməz. Bir də baxaq. Hamançay Dəmiroğlu. Yox, Murov süsəsində. Daşlısan rayonunda da Hamançay. Düzdür. 2 doğru. Ağdağ gips yatağı, amma işarəsi misin işarəsi. Ona görə bu 3 doğru cavab deyil. Mehmanə civə yatağıdır. Mehmanə civə yatağı. Qarabağ vulkanik ailəsi yox, Qarabağ fiziki coğrafi rayonundadır. Ona görə bu da səhvdir. Filizçay polimetal yatağıdır. Yan silsilədə yox, Baş Qafqaz silsiləsində yerləşir. Ona görə bu da doğru deyil. Zod qızıl yatağıdır. O da Şərqi Göyçə silsiləsində Kəlbəcər rayonunun ərazisində yerləşir. Silsilə olaraq da Şərqi Göyçə silsiləsidir. O da doğru idi ancaq. 1, 2, 6 doğru cavabdır. Sonra keçirik. Neçə suala baxmışıq? 83-ə. Ardı bu tərəfdədir. 84-cü sual. 84-cü sualda deyir ki, şərti işarələr əsasən doğru sıraları müəyyən eləyin. Bentonit gilindən ağcəkən gips yatağından söhbət getmir, o da davamlı olanda. Bentonit gilindən söhbət gedir, ona görə bu səhvdir. Göydərə metallurgiyada istifadə olunan faydalı qazıntı bu səhvdir. İşarəsi düz deyil. Naftalan təbabətdə müalicə məqsədilə istifadə olunur. Bəli, bu naftalanda yerləşdi. İndi çox adamın bildiyi bir şeydir. Daş salağının işarəsi səhvdir. Yəni qalan cəhətləri tikinti sənayesi də səhvdir. Buna metallurgiyada istifadə olunur. Daş salağında bentonit gilindən söhbət edirəm mən. Demək, Ağdağ yerləşir, demək, kənd təsərrüfatı və kimya sənayesindədir. Tovuz rayonunun ərazisindədir. 5 düzdür. Hacı Vəli hökməndə Şuşa istehsalında istifadə olunur. O da doğrudur. Ona görə də doğru cavab 3, 5, 6 oldu.
Cədvəldəki faydalı qazıntı yatağının şərti işarələrinə əsasən doğru sıralarını müəyyən edin. Gips yatağı görən boyda gips yatağı tikinti sənayesi sahəsində istifadə olunur. Bu bir doğru. Sonra perlit Kəlbəzərdə kənd təsərrüfat kimya sənayesində istifadə olunması bu da doğru. Sonra keçdik daş salahlı mərmər yatağının işarəsini verib səhvdir. Həm də o da davamlı olmalıdır, amma işarə səhvdir. İşarə mərmərin işarəsidir. Qaradağ dərin neft quyularının qazılmasında demək istifadə olunur. Bu da səhv. O perlit yatağına aid idi. Perlit idi o. Yox, daha doğrusu Çovdar barit yatağı idi. Dərin neft quyularının qazılmasında istifadə olunan. Kvars qumunun işarəsini şahtaqda yazıb. O da təbii səhv. İpək metallurgiya sənətində istifadə olunur. Xromit yatağı da 6 düzdür. 1-2. Kəlbəzərdə göydəri idi. Laçında ipək. O baxımdan o da doğrudur. 86-cı suala baxaq. 86-cı sualda deyir ki, biraz bunu kiçildək. Tam full ekran olmasın. Aha. Cədvələ əsasən doğru sıraları müəyyən eləyək. Demək, zəylik göydərə yox, zəylik alunit yatağı idi. Ona görə də bir səhv. Oğuz alov ilə duzdağ yatağı yox, neft yatağı idi. Ona görə bu da səhv. Narzanlı demək, filiz faydalı qazıntılarına narzanlı versəz, bu ola bilər. Çünki narzanlı yatağı Laçında yerləşir. Filiz faydalı qazıntı. Qeyri-filiz faydalı hökməlli, hacvəlli, kvarş qumu bu da düz gəlir və yanardan Qaraçala, Neftçala, neft yatağı o da düz gəlir. Sonra keçdik. Qeyri-filiz demiş göydərəyə. Ona görə bu düzdür idi. Duzda yanan bir şey deyil. Sonra keçdik 3-ə, demək 4-ə daha doğru. Lefçay, filiz, çünki civə var ha, bu civə qeyri-filiz maye metal sayılır da. Ona görə də filiz faydalı qazıntı hesab eləmək olur onu. Bu düzdür. İnan qeyri-filiz yox, yanan o da neft yatağı idi. Ona görə də bu 3 də doğru olmayacaq. Sonra ipək xromit yatağının növüdür, filizdir. Daş salahlı qeyri-filizdir. Metallurgiyada istifadə olunur. Əşrəfi də Danolduzu əşrəfi yanan bir şeydir, neftdir. O da doğru. Mazımçay polimetal yatağıdır. Filiz sayılır metal olduğuna görə. Ağzıkənd gips yatağıdır. Qeyri-filiz sayılır bu səbəbdən. Yasamal da neft yatağıdır. O da demək yanar faydalı qazıntı sayılır. Ona görə də 3, 5, 6 doğrudur. 87-ci suala baxacağıq. Demək 87-ci sualda deyir ki, cədvələ əsasən doğru olmayan sıranı müəyyən edin. Səhv sıraları müəyyənləşdirəcəyik. Lefçay şahtaxtı, siyəzən. Yox, burada filizli soruşur. Filiz lefçay düzdür. Qeyri-filiz şahtaxtı, travertin daşı düzdür. Siyəzəndə də nefti yanar düzdür. Birinci sıra düzdür, amma götürmürük. Bizə səhv lazımdır. Dəmiroğlu daş kəsən götürərik düzdür filiz olduğuna görə. Hamançay qeyri-filiz, bu da filizdir, amma qeyri-filiz altına verib onu səhv olduğuna görə götürür. Çünki bizdən səhvləri soruşur. Yəni bu bura səhv idi də. Bu başlığın altında ola bilməz Hamançay. Çünki o filiz daxil metaldır. Sonra demək 2-3də gümüşlü polimetallı filizli hacivəli hökməli yanan faydalı qazdır. Bu yanarların altında olmalıdır. Ona görə bir dəqiqə hacivəli yox. Bunlar kvars qumlardır. Qeyri-filiz düzdür bu da. Ümid də yanandı, bu da düzdür. Yəni 3-cü bənd bütöv düzdür. Düz olduğuna görə də götürməyəcəyik. Çünki bizə səhvlər lazım. Məsələn, şərtdə düz olmayanlar, səhvləri bizdən soruşur yalnız o səbəbdən. Demək, göydərə ipək xromitin tipidir. O da filiz sayılır, doğrudur. Şorbulaq yataq qeyri-filiz faydalı qazıntılar deyir, amma civə yatağıdır. Civə filiz sayılır. Qeyri-filiz yox, ona görə səhvdir. Səhv olduğuna görə də götürürük. Çünki məsələnin şərtinə görə biz ancaq səhvləri götürürük. Danolduzu əşrəfi filiz deyil, ona görə də səhvdə onu da götürürük. Olur 2, 4, 5. Duzdağ, Mollakənd, bunlar hamısı düz idi. Qızılbulaq, şorbulaq, demək qızıl yatağı idi, filiz idi. Duzdağ duz idi, qeyri-filiz idi. Mollakənd də neft idi, yanan idi. Yəni bu düz idi. Düzləri çıxdıq da, yəni. Orada məsələn şərtində bizdən düzləri çıxmağı tələb eləyirdi. Deyir ki, göydərə, vecnəli, Muradxanlı və Şahtaxtı yataqları müvafiq gəldiyi faydalı qazıntıları müəyyən edin. Xromit işarəsidir. Göydərə xromit deməkdir. Ona görə də xromit 2-ni ilk olaraq 2-ni götürəcəyik. Demək. Sonra vecnəli civə yatağı idi. Yox, qızıl yatağı idi, qızıl. Qızıldırsa onda 1 gələr.
Ondan sonra Muradxanlı neft yatağıdır. Neft isə 3 gələr. İstifadə elədiklərimiz çıxaq. 2, 3, 1. Yerdə qalanı rahat tapa bilək, ona görə deyirəm. Sonda da Şahtaxtı travertin daşı idi. Ondan sonra da 5 gələr. Elə bil olacaq 2, 1, 3, 5. 89-cu sual. Xəritə sxemasında mərmər deyilsə 3 ola bilər. Molibden 1-dir. Əhəng daşı 2-dir. Hə, elə o. 1, 3, 2 oldu deyəsən. Sırasına baxaq. Mərmər, yox, 1, 3, 2 yox. Sırası ilə desək 3, 1, 2. 3, 1, 2. Sırası ilə verməliydik, məsələn, şərtinə görə. Növbəti sual. 90-cı sual. Xəritə sxemasının əsasən civə, gips, neft və bentonit. Civə deyirsə 3-dür, yəni sırada birinci 3 gələcək. İkincidə gips deyirsə Ağzəkənd gips yatağıdır, 5 gələcək. Goran boranın arasındadır. Neft deyirsə Muradxanlı Mollakəndə görə 1 gedər. Bentonit kilitsə 2-dir. Demək olur, demək 35 12-də elə bil. 3 5 1 2. Sonra 91-ci xəritə sxemində verilən rəqəmlərlə mineral bulaqların yerləşdiyi ərazi müəyyən. Cimil xaşı xaltandırsa, o olar 3-ə. İlisu 2-dədir, çünki Qax rayonudur ora. Bir hansı turşusu Şirlan ola bilər o da. Demək 1 2 3 yazsaq, yanına da yaza bilərik də bura. Məsələn, bu turşusu. Hani Şirlanı bax, yeni yazırıq birin yanına. Sonra İlisu. D-ni yazırıq bura. Ramrama şəlaləsi var orada həm də. Sonra Cimil xaşı xaltan. Onu da, xalxal da orada idi. Demək, deyəcəm onu bir dəqiqə tələsmin. Xaşı C. Demək, 1-ə olur Y. Xalxal Oğuzdan. Burada xalxal olmalıdır. Bir dənə baxın. Xalxal görək var, maraqlı gəldi mənə. Yox, verilməmiş. Hə, yox, var. Oğuz rayonu bu da. Hə, Oğuz rayonudur. Oğuz rayonu buradadır. Yəni ona görə də getməz burada. Alınmadı. O getmir daha doğrusu. Alınmadı deyəndə alınıb, sadəcə o xalxal getməyəcək. Demək D, C, yox, daha doğrusu 1-ə E, D, C. Y, D, C. Bu belə. Y, D, C. 92-ci suala baxacağıq. 92. Görək nə deyir? Uyğunluğu müəyyən. Polimetal filiz yataqlarında demək gedirdik Zaqatala, Balakəndə, Filizçay, Kastaq, Mazımçay, Filizçay, Kastaq. Sonra Qarabağda Mehmani idi, Naxçıvanda da Gümüşlü. Demək buradan Mehmani ilə Filizçay gedəcək. Bax bu. B, Y. Biraz bu yazını naziləşdirim. Maneçilik törədir mənə. Aha. B, Y. Sonra keçdik, bunu yazdıq. Mineral bulağa yazmaq olar, Cimi yazmaq olar. Bir də Vayxır. A, D. Sonra Vayxırla Cimi də getdisə, zəylikdə alünyt yatağıdır, o da ki C. Olur B, Y, A, D, C. Belə yazılır da B, Y, A, D, C. Burada var idi, yəni çox. Bu cədvəldə və digər cədvəllərdə var idi. Mineral su bulağı, İlisu ola bilər, Darıdağ ola bilər. Çünki Darıdağ Culfadadır, İlisu Qaxda. Bunun cavabı ola bilər 1-ə olacaq A, bir də D. Keçdi 2-yə. Molibden ya da Parağaçay diyaqçay idi. Parağaçay burada verib bir dənə. Civə yatağına da Şorbulaq ağ yataq. B, Y də burada. B, Y. Olur A, D, C, B, Y. 94-cü sual. Daşkəsən, Kəlbəcər. Daşkəsəndə nə var? Mərmər var. Dəmir var. Bentonit kilik Qazax rayonundadır. Bu heç birinə getməyəcək. Yəni burada olacaq A, Y. A, Y burada. Kəlbəcərdə olacaq travertin daşının civə. B, D. A, yox, bir də. A, E. A, Y. A, Y, B, D. Sonra 95-ci sual. 95-də deyək ki, uyğunluğu müəyyən et. Gədəbəydə mis var. Bir də qızıl.
A, Y. Şərurda da polimetal şərurda var idi, bəli, gümüşlü idi adı. B. Sonra mərmər daş kəsəndə də heç birinə getməyəcək. Molibden də şərurda deyil. Bir dəqiqə deyə. Dərmi? Hə, şərurda qara mərmər var idi axı. C. Hə. A, Y, B, C. A, Y, B, C. Sonra 94-cü sual. 96 daha doğrusu üzrsən. Civə yataqları. Civə yataqları şorbulaq, ayaqdaq, levçay, gilgəsər, narzanlı idi. A, D gedəcək 1-ə. Sonra seolit yatağı demək Ağzakənd idi. B gedir 2-yə. Yox, Ağzakənd gips yatağı idi. Yox. Ağdağ idi. Ağdağ. Y. Sonra gips yatağı da gedər B. Demək doğru cavab olur A, D, Y, B. Bəs qəribə bir cavab alındı. 97-ci sual. Demək 97-ci sualda uyğunluğu müəyyən eləyəcək. Görək nə var? Daimi qar xəttinə malik deyil. Hər ikisi daimi qar xəttinə malikdir. Ona görə də bizə deyirdi uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edəcəksə 1-2 yazaq qalsın hələ. A variantını hələlik saxlayıram, ona baxacağam. Məncə o getməməlidir. Çünki burada hədə bu şah dağı var, yansızda da. Burada qapıcıq yox, getməyəcək heç birinə. Zəngin travertin mərmər B burada. Dağ meşə, Naxçıvanda meşə zəifdir. Bu Quba tərəfinin, yəni Quba zonasına aiddir. Burada Qonaqkənd fiziki coğrafi rayonunu verib. Ona görə də bu C burada. Sonra sərhəddə sudur silsiləsi, təbii ki, sudur buradadır. O da bu hissədə D. Sonra yayı qura keçən soyuq iqlim tipi hakim. O bir dənə Naxçıvanda, bir də Talış dağların yüksək hissəsində bir balaca vardı. Y-də burada. İqlim məhsuldur o biraz. B, Y, C, D. 98-ci suala baxaq. Deyək, xəritə sıxımda rəqəmlərlə verilən inzibati rayonlarda yerləşən mineral bulaqları müvafiq olaraq müəyyən eləyin. Demək, İsmaillidə Bədodu. Qubada Cimi, Xaşı, Xaltan. Bir Kəlbəcər, Laçında da Minkənd. Demək, bura D. Bura Bədo, Y. Sonra da Qubada da 2-yə də Cimi, Xaşı, Xaltan, A. Alınır Y, A, D. 99-cu sual. Yekunlaşır artıq. Demək, qızıl yataqları. Demək, Gədəbəydə qoşaydı, Zəngilanda vericnəli. Ona görə də 1-ə A gedər. 2 yazaq, bir də 3 yazaq. Yanına da yazmaq olardı, eyb yox. Bu çıxsın. Mehmanə Filisçay polimetal yatağı idi. O da 3-ə gedəcək. Yəni bu işarənin də. Yanına istəyirsiniz yazım, çaşdırar birdən. A burada olsun. Demək, B də burada olacaq. Sonra keçdi şorbulaq, A yatağı, leyçay, civə yatağı. O da burada. Zod qızılbulaq, qızıl yatağı idi. Qızılın işarəsinin yanına olmalıdır. D burada. Kastaq mazımsayda polimetaldır. O da Y-də burada. Demək, alınır A, D, C, B, Y. A, D, C, B, Y. 100-cü sual. Uyğunluğu filiz faydalı qaldı. Metalları sir, polimetal burada vardı. Daş kəsəndə vardı. Bir də burada. Bu C polimetal deyildi o təkcə. Mis idi. Mis yataqlar vardı Gədəbəydə. Bu hissədəki təbii ki, Xəzər dənizlərində ümumiyyətlə Kiçik Qafqaz Kür çökəliyində filiz faydalı qazıntı yoxdur. Ona görə də 1-də olacaq B, C, Y, 2-də A, D. Bu biraz asan sual idi məncə. Çünki burada polimetal var. Kiçik Qafqazın Naxçıvan ümumiyyətlə filiz faydalı qazıntılarından zəngindir. Ona görə də B, C, Y, A, D-dir orada cavab. 101-ci sual. Mərmər işarəsidir biri. O biri seolit gilit tovuzlardır. Bir də qızıldır. Onlara baxarıq. Demək, mərmər daş kəsəndə var. Ona görə də Qazaxda daş salaldı. O heç birində yoxdur. Çıxaq. Demək, daş kəsəndə mərmər C burada. Sonra tovuzda seolit D burada. Bir də Gədəbəylə Zəngilanda da qızıl yatağı var. Gədəbəydə qoşaydı, Zəngilanda vericnəli. B, Y. Olur C, D, B, Y. Doğru cavab C, D, B, Y. 102-ci suala. Yekunlaşır artıq. Axırlardır da. Biraz da səbirli olun. Demək, Azərbaycanda ehtiyatı çox olan tükənməyən sərvətlər. Çox olsun, tükənməyən. Geotermal bizdə çoxdur, nə də tükənməyən ehtiyatdır.
Y getdi. Bentonit ilə tükənə bilən civə. Bunlar tükənə bilən ehtiyatlar. Azərbaycanda tükənən və bərpa olunmayan sərvətlər. Civə tükənən bərpa olunmayandır. C burada ola bilər. C-ni də çıxdıq. D-ni də çıxdıq. Yeraltı sərvətlər tükənən bərpa olunmayandır. Azərbaycanda ehtiyatı az olan, tükənən və bərpa olunan sərvətlər. Meşədir. Meşədir bizdə az ehtiyatı. Demək 102-də cavab olur. B. Hidroenerji. Azərbaycanda ehtiyatı çox olan tükənmə. Hidroenerji bizdə var da, çayların hidroenerji potensialı var. Ona görə 1-ə olacaq B-Y, 2-yə C-D, 3-ə A. B-Y, C-D, A. Səliqəli yazsaq belə olardı. C-D, bu da A. Pis olmaz səliqəli yazsaq. Sonra keçdik 103-cü suala. Demək, Azərbaycanda ehtiyatı az olan, tükənən və bərpa olunan sərvətlər. Demək, tükənən bərpa, torpaq tükənən bərpa olunandı. Ehtiyatı az. A, C. C, tükənən bərpa olunanda Azərbaycanda ehtiyatı azdır. 1-ə AC gedər. Sonra Azərbaycanda tükənən və bərpa olunmayan sərvətlər. Qızıl bizdə var, tükənən bərpa olmayandır. Civə bizdə var, tükənən bərpa olunmayandır. Ona görə də doğru cavab desəm B-Y idi də. B-Y. B-Y burada. Sonra Azərbaycanda ehtiyatı çox olan tükənməyən sərvətlər. Külək bizdə Bakı Küləklər şəhəri. Təbii ehtiyatı çoxdur. AC, B-Y, D-dir cavab. Səliqəli yazsaq belə olacaq. AC, B-D, Y. Lap axırıdır. Səhvləmsə sonuncu sual 107 olmalıdır. Məncə. Lap axırıncı. Son 3-4 sualdayıq. Bentonit gili Qazax rəngində daş əlalətidir burada. Travertin şahdağıtıdır. Bir də Kəlbəcərdə var. C. Çox təəssüf ki, Kəlbəcəri bizdə sxemlərdə axır vaxtlar yazmırlar, amma o var 100%. Ona görə də bu da gedib. Ağca kənd. Bentonitdə bu da gedib. Mərmər yatağı daş kəsəndədir D. B demək 1-ə olur B, səliqəli yazsaq 1-ə olur B, 2-ə olur C, Y, 3-ə mərmərə nə vermişdi? Daş kəsəndədir. 3-ə D. Burada Ağca kənd gips yatağıdır. Goranboy rayonidir, orada burada yox idi. Gips olmalıydı onun üçün. Sonra 105-ci suala baxaq. 105-də deyir ki, mineral bulaqlar yerləşdiyi izbatına baxsandır. Şirlan yerləşir, Turşu Şirlan Şuşada 1-ə D. Elə bir sanki testin sonundan sonra çox yorduqlarını hiss ediblər. Biraz istirahət veriblər bizə. Daha asan suallar gəlir. Badamlı Şahbuz rayonu. Burada xəritəsində mən onu göstərmişdim bayaqlar sizə. İstəsəz bir də baxa bilərsiniz. Şahbuz rayonunda Badamlı bu. Baxın. Badamlı və Şahbuz. Yəni Badamlı Şahbuz rayonunda C. Sonra da İstisu da Kəlbəcərdə. O da burada var. İstisu və Kəlbəcər. Burada. Kəlbəcər B. Olur D, C, B. D, səliqəli yazsaq C və B. Sonra 106-cı sualda deyir ki, uyğunluğu yenə də yeni. Turşu Şirlan Şuşada idi bu Y, İstisu Kəl. İndi bu dəqiqə yazmışdı o da, yəni bunu təkrarçılığı da biraz. Qalaltıda Şabranda A. E, D, A. E, D, A. Sonuncu sualdır. Deyir ki, uyğunluğu müəyyən edin. Bilirsiniz ki, civə yatağıdır. Civə yataqları Kəlbəcərdə Şorbulaq, Ağyataq, Leyfsayda, Laçında da Gülgəsçay ilə Narzanla. Şorbulaqla Leyfsay olacaq. 1-ə olur A, D. Sonra keçdik Qızıl yatağı. Gədəbəydə Qoşaydı. Kəlbəcərdə Zol Qızılbulaqdır. Zəngilanda Vejnəli. Ona görə də C ilə Y gedəcək. C, Y. Mis yatağı da ki, Qaradağ yatağı idi. O da Gədəbəydə idi. O da B. Olur A, D, C, Y, B. Diqqətlə dinlədiyinizə görə sizə təşəkkür edirəm. Ümid edirəm ki, videolarımı bəyənəcəksiniz, paylaşacaqsınız və dediyim kimi hansı bölgədən yazdığınız barədə şərhdə bildirəcəksiniz. Sizə uğurlar arzulayıram. Sağ olun.